Hər kəsə salam. Bu bizim Telegram üzərindən olan növbəti canlımızda. İndi bilməm neçə nəfər qatılacaq, qatılmayacaq ümumiyyətcə. Təkim danışacağam. Baxanlar olsa, əgər ki marağınızda olsa, söhbət eləmək istəsəz, suallara kömək eləmək istəsəz, Telegram kanalının linkləri bizdə açıqlama hissəsində olur videoların. 11-ci sınaq bizdə ümumi sınaqdır. Ümumi sınaqdır. Birinci sual nədir? Deyir ki, A vektoru, bir dəqiqə, bizdə A vektoru x2 mənfi 2, B vektoru bizdə 3, bir dəqiqə, 3-dür, y-dir, bir də 6-dır. Bir də C vektoru var məndə, C vektoru da bizdə x-dir, y-dir, bir də z-dir. Nə deyir? Deyir ki, bu iki vektor kollineardır, bu iki vektor kollineardırsa deməli eyni müstəvi üstündədir. Və hər hansı bir formada bunlar kəsişmirlər. Belə deyək də, yəni fikirləşin ki, ikisi belə vəziyyətdədir. Onda belə çıxır ki, bizdə bunların nisbətləri stabildir. Yəni A-nı mən hansısa bir standart bir dəyərə vurmuşam ki, onlar kəsişə bilmirlər, bucaqlar eyni qalır. Onda əsas bu hissədən keçəcəyik ki, biz A-nı, yəni belə çıxır ki, A-nı mənfi 3-ə vursaq, biz B almışıq sən demə. Çünki bu hissədən onu tuturuq. Aydındır. İndi buradan tapırıq ki, x-i mənfi 3-ə vuranda 3 alınıbsa, mən tapıram x bərabərdir, məndə mənfi 1. Salam Banuçi. Necəsən? Normal. Demək açıqlarına 40 dəfə salamlaşırıq. Bir dəfə ata getmişdi şəhərşə. Onda da dərs keçirdik. Qaydanda da sizlə idi. Onun padumuzda biz non-stop getmiş. Ayda. Həyat bu qədər çətin olmamalıydı. Deməli, burada deyir ki, A ilə B kollineardır. Onsuz bu hissədən tutduq ki, bu 3 də deməli kaymsalı. Düzdür? Mənfi 3 daha doğrusu. Sonra deyir ki, burada C vektoru bunlara perpendikulyardır. Yəni birinə perpendikulyardır, sonrası ikinciyə də perpendikulyardır. Perpendikulyar olmaq onsuz bucaqları nə deməkdir arasında? 90 dərəcə deməkdir. Onların kosinus alfası, yəni 90 dərəcədirsə də, bu da 0 deməkdir. O da onsuz da məxrəci götürməsək də sürətin bizdə 0-a bərabər olması deməkdir. Düzdür? Deməli, mən skalyar asildə nəyi almalıyam? 0-ı almalıyam. Skalyar asildə də onsuz da x buradadır. X-i, yəni mənfi 1-i mən 3-ə vursam, üstə gəlmiş y-i mənfi 6-dır. Mənfi 6-nı, bir dəqiqə, mənfi 6-nı, elə mənfi 6-ya vuraq da burada. Sonra bizdə bir dənə z dəyəri qalır. Burada bizdə z-də 6-ya vursa, bu bizdə 0 eləməlidir. Düz deyirəm? Məntiqlidir də. Əgər belədirsə, onda burada bu mənfi 3 eləyir. Üstə gəlmiş 36, üstə gəlmiş bizdə z vurulmuş 6 eləyir. Onda z bizdə kəsirli ədəddir mi? Belə çıxır. Hə? Çünki 33 eləyir. 33 bizdə mənfi 33 bərabərdir. Z vurulmuş 6. Bundan bu ixtisar getsə 11 qalır, 2 qalır. Z bərabər mənfi 5 onda 5 edir. Bunu tapdıq. Z əgər ki mənfi 5 onda 5-dirsə də, bizdən tələb olunan nədir? Bunların cəmidir. Bu bizdə eləyəcəkdir mənfi 7. Mənfi 5 onda 5-i də buradan gətirəndə eləyəcəkdir mənfi 12 onda 5 A variantı. Düz gəldim. Ümid edirəm ki, səhv eləməmişim. İkinci suala keçək onda. İkinci sualda bizdən nə tələb eləyir ki? Buraları silirəm. Bir dəqiqə. Sualı başa düşdüm. Deməli, nöqtələri müstəvisinə nəzərən simmetrikdir. Gözəl. Onda deyir ki, x, y, z hasilini tapın. Belə çıxır ki, bunlar simmetrikdirsə də, burada nələr varsa onlar sabit qalmalıdır. Məsələn, sadə bir şeyə baxaq. Məsələn, OX oxuna görə simmetrikdirsə nədirsə, OX oxundakı görüntü eynidir də, buradakı bura daşınmışdır. Y-ə görə görüntünü də götürsək, buradakı mən bura daşısaydım, Y-ə görə sabit qalmalıydı da. Deməli, müstəvinin özünə görə əgər ki, simmetrik qalıbsa, deməli, müstəvidəki görüntüsü sabitdir, düzdür? Deməli, bu x bizdə sabit qalıbsa, bu mənfi 1-də qalmalıydı. Bu y sabit qalıbsa, y mənfi 3-də qalmalıydı. Z amma dəyişməli idi, düzdürmü? Onda z-in mənim nə olmalıydı? Yəni, tamamilə aşağıya götürürəm də onu. Olmalıdır məndə mənfi 2. Yəni, təqribi olaraq belə bir şeydir də. Bizdə bu x nöqtələri, M nöqtəsini harada götürməliyik ki? Məsələn, bu belə olsun da, bu x oxu olsun. Burada deyək ki, mənfi 1-im var, bu da y oxu olsun, burada da deyək ki, mənfi 3-üm var.
Bu arada buralarda bir internet getdi arada. Nəysə, nə deyirdim? Bizdə bir dəqiqə bu discussion hissəyə baxmalıyıq. Dəqiqə. Gəldi bu Anutça görüntü. Da. Səndən də öyle. Məndə bu bilmirəm, bəlkə də Telegramdan əlaqəlidir. Çünki mən YouTube'da canlıda olanda da atır düzdür. Amma yəni Telegramda elə ki bir dəfə atmalıdır ən azı. Çox fərqli bir dizayndır. İndi buradan sonra müstəviyə görə, yəni bu müstəviyə görə simmetriyanı ala biləcəyi tək yer onsuz da bunun altındadır. Yəni z götürüb -2 olacaq. Bizə deyir ki, x, y, z hasilini tapın. Burada da -6 eləyir. Keçdik növbətiyə. Bizdən tələb olunan nədir? Səhv eləsəm kömək eləyərsən. Deyir radiusları 1 və 5 olan iki çevrə koordinat oxlarına toxunur. Çevrələrin mərkəzləri arasındakı mümkün məsafələrin cəmini tapın. Mümkünsə deməli müxtəlif pozisiyalar var. Onu da belə eləyək də. A çevrəsi B çevrəsi deyək. Buna A deyək, buna B deyək. Tamam mı? Hansı vəziyyətlərdə toxuna bilərlər? İkisi də eyni yerdə toxuna bilər, düzdür? Yəni A burada, B burada toxuna bilər, düzdürmü? Bir də ki bunlar belə toxuna bilər də. Ya qalan vəziyyətlərdə onsuz da məsələn B burada, A burada olsa, ya A burada bu eyni şeydir. Ya eynidirlər, ya eyni xəttdədirlər, ya çarpazladırlar. Düz dedim? Tamam. Okay. Onda bunlar eyni yerdə olmuş olsaydı, AB-dən söhbət gedir. Bir dənə bu radiusları düzəltməyə çalışım. Bu deyək ki, buradadır. O birisi də biraz belə yekə alınacaq da bu tərəfdə belə. Bu da burada olsun. Onda bunların arasındakı məsafə nə olacaq? Bura qədər 1-dir, bura qədər 5-dir. Bunun aşağısı 4-dür. Bura qədər 1-dir, bura qədər 5-dir, bu da 4-dür. Deməli burada içəridə qalan 4 köklü 2-dir. Düz dedim? Biraz pis çəkdim, olsun, yerim balacaydı. Deməli, məndə buradakı bu 1 olsun, buradakı da ki bu 5 olsun da. Nəysə, çəkə bilmədim onu. Deməli, bu da 5 olsun. Bunların bu arasındakı məsafə nə qədərdir? Buradan bura 1-dir, buradan bura 5-dir. Deməli, aşağıda 6 var. Deməli, buradan bura 1-dir, buradan bura 5-dirsə də burada da 4 var. Deməli, 16 üstə gəlmiş 36, 52 mi eləyir kökdə? Hə. Hələ ki, bunun kökdə 52 saxlayaq. Düzdür? İndi 13. 2 kökdə 13 mü? Okey, təşəkkür edirəm. Hissələr naxotum olmadan çıxartmağa. Deməli, burada 1 var. Bu qədər tənbəl ikinci müəllim görmüsən sən həyatında? Yox. Heç məktəb müəllimlərindən müəllim görməmişəm onsuz. Burada bizdə 6 var, bura 5-dir, bura qədər 1 gələcək. Buradan bura qədər, bura 1-dir, bura qədər də 5 gələcək. Burada da 6-dır. Bunda eləyəcək 6 kökdə 2. Hopşu, bununla bu eləyəcək 10 kök 2. Üstə gəlmiş 2 kök 13. İnanarsan, heç sən olmasan da taparmışam mən. Çünki 10 kök 2-ni tapacaqdım. Buradan nasıl görürəm də bu 24-ə oxşamır bu. Xarası. Həvəsimi öldürdün, mən onu elə həll eləyə bilərmişəm da sən demə. Təşəkkür var. Gəldik bura. 4-də məndən nə istəyir? Bir dəqiqə. Funksiyasının dövrü. Dövrü isə periodiklik var da, ya yəni eyni dəyəri təkrarlayır da, düz deyirəm. Şimdi bizə nə deyir? Funksiyasının dövrü 7 olan tək y bərabərdir funksiyasının dövrü 5 olan cüt funksiyadır. Onda belə çıxır ki, f(x) bərabərdir mənfi f mənfi x. Bunu yazaq bir qıraqda. Gx bərabərdir g mənfi x. Bu da period 7-dir, bu da period 5-dir. Cüt funksiyadır. İndi məndən nə istəyir, onu başa düşməyə çalışaq. Belə çıxır ki, mən qalıqlarla işləyəcəm da hamısını. Bunun 7-yə qalığını neçə eləyir? Yəni 2 vurulmuş f 7-yə qalığını neçə eləyir, ay Allah? 2. Çıxılmış. Bunun da 5-ə qalığı ilə işləyirəm. 3 vurulmuş, 5-ə qalığı da 3 eləyir. Okey. Bir də aşağıda bizdə 7 var. Bu getdi. İndi
Mən bilirəm ki, məsələn F2-ni tapmaq üçün F-2-dən istifadə edə bilərəm, amma qabağına mənfi atmalıyam. Belə çıxır ki, -2 vurulmuş 4. Burada isə yenisindən istifadə edəcəm. Çıxılmış 3 vurulmuş 2. Bu da 7. Dandik bir şey alınmadı mı ki? Onda bizdə yuxarıda nə alınır? -8 çıx 6 bölü 7. Yox, alınırmış -2. Deməli, buradan D variantı. Düz tapdım. Alqışlayın məni. Gedirəm növbəti sual. Gəldik. Klap. Burada nə istəyir? Deyir, kotangens 7-dir. Bir də kosinus alfası 7-dir. Kosinus betası budur. Tangens alfa üstə gəlmiş betanı istəyir məndən. Salam İbrahim, nətərsən qaqa? Salam mənim, hər vaxtınız xeyir olsun. Siz necəsiniz? Həm də olsun da, yavaş-yavaş fırladıq da söhbət elək. İndi gəldik bura. Sən Banutçe getdi. Fikirləşdim ki, o Y üstündə üstündə. Buradayam. Buradasan mı? O bir ekranda görünmür sonra gəlir. Onu ispat elədiyin özün sərbəst. Y üstündə üstündə yeni. Yo, başladım. Belə ki, siz dediyiniz də bilmədim oradan çıxdı. Bir sən necə eləyib İbrahim? İbrahim götürüb, mən o tutuyorsun vermişdim ona. Götürüb qaqaş sabit bir yerdən başlayıb ki, mənim əlimdə əgər ki 1 bölünmüş x deyə bir funksiyam olsa, razısan, bunun məndə y və pi nöqtələrində belə bir qrafiki var. Onsuz sabit düşmə yaşanır deyə, dəqiq bildiyimiz belə bir şey var. 1 bölünmüş y davamlı böyükdür 1 bölünmüş pi-dən. Bunu bilirik. Burada razısan. Və deyir ki, bunun üstündə belə bir xətt çəksəm, çünki bunun bu funksiyadakı görüntüsü, bax bu hissə, bu nöqtədən söhbət gedir. 1 bölünmüş y nöqtəsidir. İndi mən bunu inteqrallasaydım, deyir, bunun aşağısındakı sahəni tapacaqdım. Bu integral əgər y-dən pi-yə getsəydi, 1 bölünmüş x-in, dx inteqralından söhbət gedir. O da mənim alacağım dəyər deyir ki, ln modul x, burada y-dən pi-yə, onu da açanda nə qoyacaqdı? Birinci pi-ni qoyacaqdı, ln pi, çıxılmış 1 eləyəcəkdi yeni qoyanda. Deyir ki, mənim bu aldığım dəyər ln pi, onun həllini göstərir, amma mənim həllim biraz fərqlidir. Mənim öz həllim tamam bir, belə deyək də, bu addımların hamısını elə bir dəfəyə getmişəm. Amma çox qəşəng gətirdi, onu deyim, Allahla danışaq. Burada gətirdiyi nədir? Deyir, bu hündürlüyü əgər mən belə götürsəm bu istiqamətdə, hündürlüyü belə götürsəm, bundan həmişə böyük olmalıdır bizdə 1 bölünmüş y-nin pi çıxılmış y-yə hasili. Və deyir, bunu mən açsam, yuxarıda alacam pi bölünmüş y çıxılmış 1. İki tərəfdən də mən pi-ni açsam, ln pi-nin davamlı bir surətdə pi bölünmüş y-dən böyük olduğunu tapacam. Gözəl də. Və deyir, yeni bura gətirsəm, ln pi-nin davamlı kiçik olduğunu tapacam pi-dən. Bunu yuxarıya gətirsəm, ln pi üstündə y-nin davamlı pi üstündə, pi-dən belə deyək ki, kiçik olduğunu tapacam. Hər iki tərəfi y üstünə qaldıranda pi üstündə y-nin davamlı y üstündə pi-dən kiçik olduğunu tapacam. Çox qəşəngmiş. Və bunun hamısını fikir versən, mənim ağlıma gəlmədi ki, o bunu görəcək. İnan mənim Allah şahiddə ağlıma gəlmədi o bunu görəcək. Olimpiyat uşaqları bizdə onu görmürük. Heç bunu görmürlər. Olimpiyat uşaqlarına biz sadəcə olaraq izah edirik ki, ln-dədir hə. Orada götürürlər, şeyə gətirirlər hamısı. Lambertin fi funksiyasına gətirib ispat edirlər ki, 1 bölünmüş y limit dəyərdir. Yəni 1 bölünmüş y-nin aşağısında, 1 bölünmüş y-nin aşağısında, məsələn fikir ver, 2 üstündə 1 böyükdür, yoxsa 1 üstündə 2 bu böyükdür. Bunun aşağısında qalan tərəfdə onlar ispat edirlər ki, bu xəttin aşağısında, əgər dəyərlər götürürsənsə də, mütləq bir surətdə, qüvvəti kiçik olan böyükdür. Və bunun bu tərəfində, məsələn, 2 üstündə 3 var, 3 üstündə 2 var. Əgər dəyərin biri artıq sürüşməyə doğru gedirsə, sürüşmədən söhbət gedir burada avtomatik olaraq, burada biz görürük ki, dəyişmə başlayır, qüvvətdədir. İndi bu böyük kiçik ədədlərin seçilməsinə əlaqədar bir mövzudur, avtomatik olaraq. Bunu belə ispat edirlər eləməklə. Mən indiyənə qədər birinci dəfə gördüm kimsə bunu belə ispat edir. Və çox elegantdır, çox elegantdır. Yəni kim nə deyir desin, çox elegantdır yəni. Təşəkkürlər mənim. Çox elegantdır yəni həqiqət. Yəni mən siz də məsələn yəni çətin eləyərdim də. Orada 2 dənəsini dation vermişsiniz, qalanı mənə yazmağıma gedir. Yəni çox da böyük şey eləməmişəm. Yəni sizin əmək vəziyyətiniz.
Yox, bala, sən nə deyirsən de, heç vaxt müəllim 10%dir, 90%-dən azdır. 90 demək 80% şagirddir, 10% da kim nə deyirsən valideyn əhatədir. Sənin valideynin sənə əgər ki, psixoloji təsir eləyirsə, o müəllimin sənə qatdığı qatqı qədər onun sənə qatdığı qatqı var. Kim nə deyir desin. Ən pis müəllimin yanına gedən uşaq belə normal valideyni varsa o uşaq inkişaf eləyir. Ən yaxşı müəllimdən belə normal valideyni yoxsa o uşaq inkişaf eləyə bilmir. Kim nə deyir desin qardaş. Stres travma çox şeydir. Vallahi mən öz gördüyümü deyirəm. Allah, yəni tanımıram valideynləri, həqiqətən yəni bilmirəm kimdir valideynlərin, amma ən azından mən düşünürəm ki, yəni belə bir əqidədə yetişə bilmirsənsə, yetişdirə biliblər uşağı. Ən azı deyirəm, amma bu hər adama qismət olmur, səmimi deyirəm. Gəldik. Abi bunu niyə eləmir mən indi? Bir dəqiqə sual başlamaya çalışıram mən. İndi belə çıxır ki, bunun ikisi də bizdə birincidir bucaqlar. Düz başa düşdüm mən? Okey. İkisi də buradadır. Alfada, betada. Birincidir bucaqlardır. Sualı onda üç bucaqda həll eləyə bilər ya, əslində qalandır biz. Belə eləyək də sualı. Belə eləyək onda sualı. Bir dənə üç bucaq çəkəcəm mən. Mənə deməyib də alfa ilə betanın cəmi nədir? Və onu versə, mən sualı daha rahat həll eləyərəm. Alfanı məndə verib bu. Kotangens nədir? Bitişiyin qarşıdakıdan nisbətidir. Bu budur. Yaxşı. Məndə kosinus nədir? Bir dənə də onu da tapmağa çalışım. Kosinus. Bu da məndə belə olsun. Beta. Mənim bitişiyimin burada da bu var. Avtomatik olaraq bu da 1'dir. İndi mövzu budur. Mövzu budur. Tangens üstə gəlmiş 2 betanın üstündə işləyirik. Onsuz da mən tangens alfanı da bilirəm artıq. O bərabərdir, məndə 1 bölünmüş 7-dir. Mənə tangens betam da var. Tangens beta məndə bərabərdir. 1 bölünmüş 3-dür. Buradan söhbət həll elədik. İndi bizə lazım olan nədir? Ona tangens 2 betanı tapaq elə ki. Tangens ki, alfa üstə gəlmiş beta düsturunu yazaq. Qıraqda qal. Alfa yoxdur, x üstə gəlmiş y yazaq elə ki. X üstə gəlmiş y-in düsturu nə idi məndə? Deməli, bucaqlar cəmi idi tangensdə. Tangens x üstə gəlmiş tangens y. Bir də bir çıxılmış hasilləri idi. Tangens x, tangens y. Onsuz da mən tangens 2 betada başa düşürəm ki, bunlar 2 qatına qalxır. Onda bu olacaq 2 bölünmüş 3. Bir də ki, burada 8 bölünmüş 9 eləyəcək. Bunun kvadratı çıxanda. Onda məndə aşağıda nə qalır? Bununla bu gedir 4 qalır. Bununla bu gedir 3 qalır. Onda olacaq 3 bölü 4. Bu hissə aydındır. Onda məndə tangens alfa plus 2 betadan söhbət gedir. Bu çox gözəl sualdımı sual altındadır hələ də. Mənasız hesab kitab çoxdur. Yəni usta bunu hesablayanda qutarıb da ikinci dəfə hesablatdım. Mən niyə üstü 2 dəfə hesabladırsan ki? Burada 3 bölünmüş 4 var. Üstə gəlinmiş 4 bölünmüş 3. 3 bölünmüş 4. Burada da 1 çıxılmış 28-də 3. Onda bunu da ortaq məxrəci gətirsək, burada qalacaq 28-də tamamdır. Burada qalacaq məndə 25. Yuxarıda da bizdə 4. Üstə gəlinmiş 21. Burada deyilir 25. O deyilir 1. Qəşəng imiş. Ya, yaxşıymış o. Qəribə. Gəlir. Asan deyil. Arada gözdən birdən kimsə qoşulub eləsə açaram səsini deyə baxıram. Deyir ki, 30 ədədin natural bölənləri çox. 30 ədədinin üzr bölənləri çoxluğunun alt çoxluqlarının sayını tapın. 30-u ümumiyyətcə parçalasam nə alacam? 2 üstündə 1, 3 üstündə 1, 5 üstündə 1. O da eləyir bizdə 2 vur 2 vur 2. 8 dənə bunun natural böləni var. Mənə nə deyir ki, natural bölənləri çoxluğunun alt çoxluqlarının sayını tapın. Bir dənə söhbət var. Bu keçən dərsdə deyirdim onu. Və məsələn, bizdə A çoxluğu varsa, əslində qalanda A-nın yəni özünə bərabər çoxluq onun alt çoxluğudur. Bu onun özü də alt çoxluğu deyil. Yəni xarici mənbələrdə də yəni bu alt çoxluq deyəndə, yəni bizdə belə deyək də subsetlərdən söhbət gedəndə, yəni alt çoxluq məntiqindən danışanda, burada xüsusi olaraq vurğulanan bu çoxluqdur. Yəni ona eyni dəyərdə və ya alt dəyərdə qalan çoxluqdan söhbət gedir burada. Avtomatik olaraq bu dik üstünə 8-dən 256-nı alacağıq.
Yəni 8 elementli çoxluğun 256-dan alt çoxluğu. Bunların isbatını vermişdik. İndi gələk əsas yerə. Arada internetim gedir, onun Allah bəlanı verməsin, oxumur. Gözlə bura bax. Deməli, limit ən yaxınlaşanda deyir ki, sonsuzluğa. Bu çox maraqlı bir şey var ki, sonsuzluğun qabağında yazmayıblar, müsbətdir, mənfidir. Hansı sonsuzluğa gedir, onu biz təxmin edək. Bu gəldi, bir dəqiqə, kəsrətli yoxmuş. Endi bu mötərizə imiş, bizdə olacaq, bu da böyük deyilmiş o qədər. Bir dəqiqə, deməli, n-in kvadrat üstə gəlmiş. 1, bu da çıxılmış n. Bir dəqiqə fikirləşin, bu nəyə bərabər olur ki, təxmin olaraq? Buradan təxmini n çıxır, n-dən n çıxanda 0 eləyir. Bunu da vuranda çox da balacalaşan, onu kəsirli bir şeydir nəticədə. Cavab variantlarında da bizdə 0 da var, bu 0-dır. 1 bölünmüş 2 var, bir də var 1 bölünmüş 3. Məsələn, ancaq bir dənə kəsirli bir şey olsa götürərdim. Dəqiq bilirəm ki, 0 deyil çünki bu. Birəbir 0-a getmir hələ ki. Gözləntilər o deyil. Gələk bunu necə eləyə bilərik ki? Bir ədədi 1-ə vursaq, heç nə dəyişmir də. Düzdür, yəni k-ya vurub k-ya bölməyinə heç nə dəyişmir. Onda belə eləyə bilərik də bunu. Qoşmasına vuraq da iki tərəfdən ki, kəsirli bir şey üstdən, köklü bir şey görəndə kökdən çıxartmağa çalışırıq da burada. Onda burada vuracağımız nədir? N-in kvadratı üstə gəlmiş 1, üstə gəlmiş n. Burada da n-in kvadratı üstə gəlmiş 1, üstə gəlmiş n. Düzdür? Onda limit bizdə n gedəndə sonsuzluğa, hələ bilinmir nə sonsuzluğudur o da. Burada eləyir n-in kvadratı üstə gəlmiş 1, üstə gəlmiş n. Yuxarıda nə alınır? Onu bir dənə başa düşməyə çalışım mı? Bununla bu gedəcək yuxarıda. Şurada n qalır. Budur, budur, n qalır. İndi bu n qalırsa dəyər olaraq, onda bu gedir 1 bölünmüş 2-yə. 1 bölünmüş 2-yə. Çünki bu da təxmini n-dir. Bu dəyər təxmini n-dir. Aşağıdan qalır bizdə n bölünmüş 2n. Bunlar da bir-birinə aparanda n qalır. Siz nə cür eləyirsiniz belə sualları? N-ə bölürsünüz? Hə? Sizin yazdığınız kimi də. Həfşo. Birbaşa n-ə bölənlər də var. Amma elə gərək çox praktikan olur. Birbaşa görmək biraz çətindir. Bir dəqiqə bu da oxunmur, buradan oxuyacağım onda. Deməli, mənə deyir ki, bu neçə skan eləyiblər ki, bu gündə çıxıb. Vurulmuş. Bu da 5-dir. Bu da mənfi 7, 32, 19. Allah kömək olsun. Oxuya bildim. Burada da var 4 vurulmuş. 3, 1, 64, 61. Sadəcə sual eləmək xətrini eləyəm. Normalda bunu eləmirəm mən. İfadəsinin qiymətini tapın. Hər hansı bir formada mən bu sualı eləmirəm normalda. Başlayaq necə eləyəcəyik. Onda mən birinci bunu tapmalıyam da 3 vurulmuş 7, 32 vurulmuş 7, üstə gəlmiş 19. 5-ci dərəcədən nə çıxa bilər ki burada? O da maraqlıdır. 4, 224, üstə gəlmiş 19, 3, 4, 243. 243-dən 3 çıxır da yəqin ki. Onda bizdə 2 vurulmuş, aşağıda 2 var, yuxarıda mənfi 3 var, bu gedər. 81 bu çox şüy. Üstə gəlmiş 4, 61, 125, 5 çıxacaq onda oradan. Buradan bizdə 4 çıxacaq, burada 5 çıxacaq. Bu da gedəndən sonra o da 2 qalmalıdır, B variantı. Məncə asan demişim. Gətirdik bura. Bizdən tələb olunan nədir? Düz buradan oxuyum çünki ola bilər səhv oxunur. Aramızda belə problem çıxmasın sonra. Bərabərdir sinus 2x. Maraqlıdır. Maraqlıdır. Belə olanda normalda çox kvadrat tənliyə gətirirlər. Başqa bir həll var mı görəsən? Yəni fikirləşim. Çünki kosinus 2x buradan açılışı bizdə. Bir dənə açılışda sinusdan əlaqəli verə bilirik də. Sinusun kvadratı 2x bərabərdir sinus 2x-ə. Düzdür? Bunları da bir tərəfə yığsaq necə olar ki, görəsən? Bir dəqiqə. Onda burada deyək ki, əvəzləyək də bunu. Bir dənə y bərabərdir sinus 2x-dən əvəzləmə aparaq. Onda bizdə içəridə nə alınacaq? Bir dənə onu başa düşməyə çalışım.
olacaq ki, y-in kvadratı üstə gəlinmiş y çıxılmış 1 bərabərdir 0. Bunu birbaşa parçalaya bilirəm. Şey oxşuyur bir tərəfdən. Bir dəqiqə. Golden ratio oxşuyur elə bil. Gözlə bir dənə baxım ona hələ. Elə bil oxşadıram mən bunu golden ratio. Deməli, diskriminantı məndə nədir? 1 üstə gəlinmiş 4, o da bərabərdir kökdə 5. Düzmü yazıram? Heç onu da bilmirəm. Məncə düz yazıram. Məncə düz yazıram bunu. Kökdə 5. Kökdə 5. Buradakı cavablara baxıram. Вроде 1 çıx 2 sinus kvadrat var. Düzdür. Sinus kvadrat alfa çıx sinus kvadrat alfa. Bunu da açanda 1 çıxılmış sinus kvadrat alfa 2-dir bu. Bu golden ratio-ya çox oxşadır. Bir anda dedim ki, yəni nə qədər yaxın ola bilər ki 2-dəyə. Еще 2y-in yoxdur, y kvadratın yanında. Olsun da. Yəni əsas odur ki, golden ratio deyil. Çünki bayaqdan bucaqlara baxıram, elə bucaq bilmirəm ki mən, yəni golden ratio-dan cavab çıxarda bilim. İzah edə bilirəm fikrimi. Elə bir bucaq bilmirəm mən. Вроде golden ratio-da da y-in yanında minusdur da. Yox, orada 2 dənədir də, onun qoşması da var axı. Golden ratio-da 2 dənə cavab çıxır. Ha, o istəsən bilmirəm. Ya bir dənə deyil axı golden ratio, 2 dənədir. İzah edə bildiyim fikri. Может. Tamam. Deməli, bu üstə olacaq 1, üstə gəlinmiş 8, o da bərabərdir, bizdə 9, o da bərabərdir 3-ün kvadratı. Safe gedək də. Sinus 2x mənfi olmayacağı dəqiqdir. Onda bərabərdir. Mənfi 1-dən onda çıxa bilmərəm, çünki mənfi qalacaq o. 3 gələcəm, bunu böləcəm 4-ə. 4-ə bölürəmsə çıxsam neçə eləyərdir? Çıxsam da problem deyilmişə. Sinus 2x bərabərdir. Mənfi 1 çıxılmış 3 bölünmüşdür. Biri mənfi 1-dir. Buradan mənfi 1 bölünmüş 2-dir. Sual asan demiş əslində. Deməli, bizdə mənfi sinusdan söhbət gedir. Mənfi 1 bölünmüş 2 harada görürük? Adına vtaraya da. Necə? Minussuzdur. Olsun da, sən də mənim prinsipə girmişsən bugün. Hətta sonra şey eləməyəsiniz deyə də. Məndə elə var da, axıra qədər elə gedəcəm, sonra deyəcəm sual səhvdir. Görsən, hələ təzə başlamışdım. Deməli, biz burada 2-də 1-i götürürüksə, 2-də 1-i harada görə bilərik? Pi bölü 6-da görür burada. Pi bölü 6-da görür. Bunun 1 360 dərəcələrində görür. Düzdür? Bir də harada görür bunu? Pi bölü 6-da görür 2-də 1-i. Bir də. Burada biz harada görə bilərik? Gözlə. Hətta buradadır. Bir də əgər ki, mən mənfi pi bölü 6 götürsəm, pi bölü 6, bunu da 360-ında bura gəlib. 180 dərəcəsində bura gəlib çıxır. Düz dedim. Onda belə çıxır ki, mən də mənfi 1 üstündə k seçsəm, pi bölü 6 seçsəm, pi bölü 6 seçsəm, bunun 360-ında özünün üstünə düşür. 360-ında öz üstünə düşür. 360-ında öz üstünə düşür. 360-ında öz üstünə düşür. Onda olacaq bir dəqiqə üstə gəlinmiş pika. Çünki cütlərdə bu tək eləməlidir ki, bu müsbət qalsın. Mənfilərdə birbaşa bunun üstünə getsin. Düzəldi. Deməli, bu bizdə nəyə bərabər olmalıdır? 2x-ə. X də onda belə olacaq da bizdə. Bir dəqiqə. Əgər 2x-ə bərabərdirsə də, bu olacaq mənfi 1 üstündə k, pi bölünmüş 12, üstə gəlinmiş, pi bölünmüş 2, burada da olacaq k. Bu cavablardan baxaq, burada var 12, 12 üstə gəlinmiş, burada mənfi bir dəqiqə, bu düz gəlir, bir də bu düz gəlmir, buradan bir dənə baxaq, bu düz gəlirmi, bu da düz gəlir, və bu da düz gəlir. Çox bir şey qazanmadıq sənə burada. Əsas burada çörək deyəsən, mənfi 1-i harada alır bu? Mənfi 1-i bir dənə burada alır. O da təzədən bura qayıtmalıdır. İkinci bir teması yoxdur. Deməli, 2 pika-da götürməliyik. Onda belə çıxır ki, 2x bərabərdir. Bu mənfi 1-i ala bilməsi üçün pi-ni almalıdır. Üstə gəlinmiş bizdə 2 pika-nı almalıdır. Düzdür? Deməli, bunu da yarıya bölsəm, pi bölünmüş 2. Dəqiqə, Mən pi bölü 2 olmalı idi. Mənfi pi bölü 2. Kosinusdan qarşıladım. Deməli, sinus burada 1 alır, burada mənfi 1 alır. Düz insan. Onda
burada alır. Deməli, bizdə 2x bərabərdir. Pi bölünmüş. Bir dəqiqə. Neçə eləyir o? Mənfi 2 pi deyək də hələ ki buna. Yəni, mənfi pi buradakı döngüdəndir. Üstə gəlmiş 2 pi k. Çünki buradakilərlə baxanda üstündə, yəni 3-ə bölünən bir şey də görmürəm də. Deyək ki, məsələn deyirəm də, 4 yerə bölmüşəm. Əslində qalanda bunu da belə də götürmək olardı. 3 bölünmüş 4-lə. Sizcə 3 yoxdur yuxarıda, ona görə belə yazdım. X bərabərdir bizdə mənfi pi bölünmüş 4, üstə gəlmiş pi k. Bu düz gəlir. Bu düz gəlmir. Bu da düz gəlir elə bil. Bir dəqiqə. Qardaş, bu iki variantı ikisindən düz gələ bilər. Hə, burada pi bölünmüş 2 var. Burada pi bölünmüş 2 var. Bu düz deyil. Всё, onda budur. B variantıdır. Düzəltdik. Həll elədik söhbət. Arasında fərq var imiş. Belə suallarda çox vaxt yadımda qalmır hamısı. Bir də təkrar-təkrar bucaqlarını yazıram. Bir də variantlara təkrar-təkrar baxıram ki, hansı uyğun gəlir. Məsələn, bunu belə də yazsaq əslində düz idi də. Məsələn, biz yaza bilərdik ki, 2, yəni 4 dənə yerə bölmüşdük. Məsələn, 0-dır. Burada bir dəqiqə. Belə yox, bir dəqiqə. Bunun üstünə pi gəlməli idik də. Pi gəlsəydi 3 bölünmüş 2 pi olmalı idi də. Məsələn, biz belə də yazsayıq əslində düz idi. 3 bölünmüş 2 pi. Üstə gəlmiş, məsələn, pi k-da. Məcbur idi ki, bir dənəsini əlavə ataq təzədən bura. Gəldik növbəti suala. Ciddi deyirəm, heç birini əzbər bilməm. 10-cu sualda nədən söhbət gedir? Bir də onu başa düşün. 2/5 bizdə. 2/5. Burada bir dənə də yekə mötərizə var. 2/5. Allahım sən kömək. Bu nədir? Çıxılmış. Loqaritm 5 əsasdan 4-dür. Üstə gəlinmiş. 10 vurulmuş. 8. Loqaritm. PDF-in başını buraxıb belə altdan üstdən oxusam gedərmişik. Burada 5-dir. Bu avtomatik bizdə nə verir? Deməli, bizdə bu 1 bölünmüş 3 qabağa çıxır. Buradan da bu da gəlir bizdə elə bir ki 2 eləyir. Düzdür? Bunu həll elədik. Yəni, yəqin ki, həll elədik də. Deməli, bunu həll eləyəndən sonra bu 20-dir ümumiyyətcə. Bu hissə 20-dir. Bu da deyir ki, alınanı kökə sal. Bir dəqiqə. Onda əsas bizim işləyəcəyimiz bu qabaqdakı hissədir. Qabaqdakı hissədən bir baxaq görək nə edə bilərik. Deməli, 2 çıxılmış budur. 2-nin yerinə mən nə yaza bilərəm? Bərabərdir loqaritm 5 əsasdan 25-dir. Düz dedim. Loqaritm 5 əsasdan 25-dirsə də, onda mən bunun yerinə yaza bilərəm ki, 2/5-i də belə yazaq. 5 bölünmüş 2 yazaq. Burada da yazaq ki, yaxşı, onu saxlayarıq hələ. Budur. 5 bölünmüş 25. Onda olacaq loqaritm 5 əsasdan 25 bölünmüş 4. 25 bölünmüş 4-ün özü də bunun kvadratıdır. 2 bölünmüş 5-in. Bu 2 qabağa çıxanda, bu 2-lər bir-birini aparanda 1 bölünmüş bu qalır. Düz dedim. İndi o 1 bölünmüş o qalır. Onlarda da ki biz yer dəyişmə apara bilərik də əslində qalanda. Mənfi 1-i təzədən onun üstünə gətirmək olar. Bura qədər də məncə problem yoxdur. Sualı olan varsa deyər, biraz qarışıq yazdım, başa düşürəm. Xeyli qarışıq yazmışam. Yəni, əslində qalanda, yəni sonda aldığımız budur ki, loqaritm 2 əsas, bir dəqiqə, 2 bölünmüş 5-dən 5. Yəni, bunların yerini dəyişsək, dəyişə bilirik. Onda bunu da öz yerini dəyişəndə cavab 5 eləyir. Bura 5 eləyirsə, bu 25 eləyirsə, ikisinin cəmi bizdə eləyir 25, 20 ilə 25 eləyir. 1 bölünmüş 2-dən də 5 qalır. 1 bölünmüş 2-dən də bu qalır. Yəni, onu da ispat eləmək də asandır. Məsələn, 1 bölünmüş, əgər ki, log A əsasdan B varsa, onsuz mən bunu parçalayanda ln B qalır, bu da ln A eləyir. Yəni, bunlar yer dəyişir də belə. Log B əsasdan A olur. 1 bölünmüş ki, bunun yerini dəyişə bilirəm. Gəldik bura. Bizdən tələb olunan nədir? A, B, C, D paralleloqramının A bucağının A-yə tənböləni, A bucağının A-yə tənböləni. Onda biraz bunu buradan çəkək. Bu alfa bucağı olsun, bu da alfa bucağı olsun. A-yə tənböləni B-yə və B-səni, üstəm Y-səni, bu 3x-dir, bu da 2x-dir. Onda bu 5x-dir.
Onda paralelliyə görə bu alfadırsa, bu da alfadır. 3x-sə bu da 3x-dir, bu da 3x-dir. Deyir ki, BOS üçbucağının perimetri, bir dəqiqə, BOS hansıdır? B-dir. O-dur, S-dir. BOS-nin perimetri COD-nin perimetrindən COD-nin perimetrindən 8 sm böyük. 8 sm böyüdürsə də onsuz da bir şey bilirik biz. Bunların bu tərəfləri eynidir. Ya bu tərəflər eynidir. Ya bu fərq atmayacaq. Bu 3 də bizdə eynidir. Onda belə çıxır ki, buradakı çıxılmış 8-dir. COD-nin perimetrindən 8 sm böyükdür. Deməli, buradakı bizdə budur, 100%-dir. AVS paralleloqramın perimetrini tapın. Ha. Buradan çörək çıxmadı. Buradan çörək çıxmadı. Biraz fikirləşək onda. Biraz fikirləşək. Ay, yox, düz yazmadım. Düz yazmadım. Bir dəqiqə. Burada bir fərq yoxdur. Bu da eynidir bu tərəflər. Bu tərəf ikisi üçün də eynidir. Deməli, belə çıxır ki, mənim 2x-im bərabərdir 8-ə. Bu tərəf eynidir. Bu fərq ata bilməz ikisində. Bu tərəf də ikisində eynidir. Deməli, fərq atan hissə buradadır. Yəni, mənim 2k olan hissəm 8 imiş. X olan hissəm mənim olacaq 4. Bu əgər 4-dürsə də, onda bizdəki perimetr neçədir? Burada deməli 8, 16x idi. O da 4-ə vuranda avtomatik 64 eləyəcək. C variantı. Və getdim. Sonra inşallah internetimdə problem yoxdur. Çünki dəhşətli dərəcədə səssizliyə quşam. Buradan tələb olunan nədir? Bizdə deyir ki, 10, inanmayasınız, amma x-in üstünə kvadrat var imiş. Üstə gəlinmiş xy, bizdə çıxılmış 3y-in kvadratı bərabərdir 19. Bərabərliyini ödəyən x və y natural ədədlərinin hasilini tapın. X də, y də bizdə daxili natural ədədlər oblasına. Maraqlıdır. Bunu nə cür eləmək olar ki? Biraz fikirləşək. Ortanı plus 6 minus 5 yazın. Okeydir. Düzdür. Bir dəqiqə. Deməli, ortanı belə bölək də. X-in kvadratı. Plus eləsək, bir dəqiqə fikirləşəyim. Buna plus 6 minus 5 eləyəcəkdir. Onda düzdür? Plus 6. Çünki x-dən də 2 verməliyik. Başqa cür nə cürsə də eləmək olar mı? Onu da fikirləşək. Diskriminat müəllim, mən heç vaxt bu yolunu eləmirəm. Üzrlə hesabını sözünüzü böldüm. Yəni mən heç vaxt parçalamana getmirəm, amma həmişə diskriminatla. Yəni onu atıram 3-ün yanına x yox. X kvadratı plus xy çıx 30y kvadratı. Elə yazıram. Əslində belə giriyorsan. Logic də elədi də. Nəyin Yəni, nəyə vurmaq? Minus 10 eləmirəm. Yo, mən biz necə? X kvadratı plus xy çıxılsın 30y kvadratı. Sonda aldığım köşkləri hər tərəfi 10-a böləcəm ki, ondan sonra buradan diskriminat tapanda diskriminat 121 eləyir. Sonra heç nə tapırıq normal, elə gedir, yəni elə rahat eləməmişəm. Niyə də siz öz yolunuz deyil? Eyni şey eləyirsən, əslən. Eyni şey eləyirsən. Mən bunu normalda nətər eləyirəm, onu deyimsə. Deməli, normal şərtlər daxilində suala baxıram, deyirəm o bir sualı keçin. Çox ağıl yəni, bilirəm. Allah mənə bu zəkanı niyə verib, özüm də şübhə eləyirəm. Amma logiki nəyin nəyə vuranda minus 30? Yox, dəqiqə. Minus 30 plusu da 1 eləyir. Elə daha rahatdır. Sən inanarsan ki, bu sualı eləmək üçün əslində qalanda sadəcə 19-u nətər ala bilərsən, fikirləşsən, o da çıxır. 19-u 1-dən 19-dan, bir də 19-dan 1-dən ala bilərsən də. İyi. İfşu. Sadəcə burada tutmaq lazımdır ki, x-i parçalayanda nə cür parçalayacam mən? Bir də onu başa düşmək lazımdır. O da ki, nə ilə istəyirsən ki, normal şərtlər daxilində nə cür eləyərəm, mən onu fikirləşim elə bir. Məsələn deyirəm də, arasında fərqi 1 götürməyə çalışıram. Məsələn, bu y kimi baxmıram da, sanki y yoxdur kimi baxıram. Y-siz vəziyyətdə baxıram mən ona. Y-siz vəziyyətdə baxanda belə götürməyə çalışıram da. Deyirəm ki, deyək ki, onsuz da bunu parçalayacam da. Deyirəm, burada x-in kvadratı var. Burada deyirəm 0.1 var. Hətta bunu 1 bölünmüş 10 kimi fikirləşirəm. Burada çıxarıram ki, 3 bölünmüş budur.
Beynimdə qurmağa çalışıram bunu. Deməli, bu da müsbətdir. İndi beynimdə qurmağa çalışdığımı izah edirəm sən. İstər-istəməz biz nə edə bilərik? Nə edirik? Aşağıda yəni 10 qalacaq, düzdür? Hasildə. Ya burada 1-i 3-ə vurmuşam mən. Ya nə tərsə olub budur da. Mən 3-ə vurmaqla eləmiş olsaydım, bunu ala bilməzdim. Deməli, burada 3-dür, burada 1-dir. Belə-belə oynaya tapıram. Bir dəfəyə görmək çox vaxt alınmır. Məndə alınmır. Sən bilməm. Bir də orada... Denə. Heç nədən. Çünki orada bir də oturub bunu fikirləşməliyəm. Hələ mən ki, məsələn deyirəm də, bunu aldım, biri mənfi olmalıdır, biri müsbət olmalıdır da. Böyük olan həmişə müsbət götürəcəm. Düzdür? Deməli, bunu mənfi götürməliyəm mən. Mənfi götürsəydim, burada 7 alınacaq cəmləri. Bax, onu fikirləşirəm sonra ki, onu nətər eləyəcəm. Sonra deyək ki, məsələn deyirəm də, bunun özünü böyük ədəd kimi götürməyə çalışsaydım, deyək ki, bu məsələn 3 olsaydı, bu müsbətdir. Bunu mən mənfi kimi götürsəydim, onda mənfi 1 bölünmüş 10 götürsəydim, o sənə qədər fikirləşirəm onda. Plus da bunların yanında y-lər də var, onu da deyim. Bunun yanında y-lər də var. Onun yanında y-lər də var. Onu fikirləşəndən sonra tapıram bir tər. Belə. Biraz uzun çəkir, amma tapıram. Burada bizdə nə alınacaq? Onsuz da gözlə görülən nədir? Bir dənə 6 var, bir dənə də nə var bizdə? 5 var, düzdür? Çünki 6-da da 5-də də əmsal budda bunun 2 qatıdır, bunun 2 qatıdır. Amma bu mənfidir deyə, eyni işarət çıxsın deyə, deməli burada biz, onsuz da 6 ilə 5-i götürənə məcburam da, 6-nı müsbətdə götürməliyəm, 5-i mənfidə götürməliyəm da. X, Y burada olacaq, bu da burada olacaq. Sən deməsən də biraz fərqli üsulla da girmək olar deyə bəlkə. Sən necə tapmaq da olur? Bunu götürüb bura atırsan, normal x-ə görə hesablayırsan, x-in y-lə vəziyyətini tapıb təzədən yerinə qoyursan, ancaq y-dən asılı bir vəziyyət tapıb y-i tapandan sonra təzədən x-i tapırsan. Qəribə gələcək, amma ondan konkret üsul yoxdur. Nə edirsən elə ya, ondan konkret üsul tapmayasın sən. Burada nə? Necə? Vay metod lütfen. Burada 19'dur. Bir dənə şey değil bizim? Hı? Kitablarımızda elə razложение yazılırdı. Balcaqdan elə eləyirdim, heç nədən. Oput nabrался. Oputla deyil, məncə baxıram sualda. Bəxt işidir. Şəxsi fikrimdə o bəxt işidir. Ya görürsən, ya görmürsən, ortası yoxdur. Okey. Yəni, əksini iddia eləyənlər buyursun, gəlsin. Ya görürsən, ya görmürsən. İnandırıcı gəlmir, yəni kimsə bir şey eləyə bilir. İnandırıcı deyil. Burada nə olacaq bizdə? Hı? Nичего. 5x plus 3y. Bir dənə şey tutmaq lazımdır. Bunu mən cəmləyəndə 7x üstə gəlinmiş 2y eləyir. 7x üstə gəlinmiş 2y eləyir. 7x üstə gəlinmiş 2y eləyir. Deməli, burada 19 ola bilməz. Burada 1-dir, burada 19-dur. Düzdür? Çünki mən bunu təzədən 3-ə vuracağam. Bir dənə tam gedim, ondan sonra izah eləyəcəm nə demək istəyirəm. Bizdə vəziyyət budur. Əslində sual burada işləyirik. Çıxılmış 2y, əslində sual budur. Bizdə sonra da burada olacaq 5x üstə gəlinmiş, bir də 2 deyil bu. 3y-dir. Burada da ki bizdə 3y-dir. Bunlar cəmlənəndə bizdə eləyir 11x. 11x eləyir bu. Əgər ki, bunu 19 götürsəm, 3 qatı 22 eləyəcək. Bunu 19 götürsəm, 19-un 3 qatı 57 eləyir. Üstündən mən 1 gəlməyinə 57, 58 eləyir. 11-ə bölünmür. Deməli, bu 3 olmalıdır, bu 19 olmalıdır. Ya bu 1 imiş deməli. Buradan ona görə bayaq dedim ki, 19-dan 1-dir. O biri versiya ödənmir. Orada biz tapırıq ki, x bərabərdir 2 imiş, x 2-dirsə yerinə qoyanda y bərabərdir 3 tapırıq. Deməli, bunların natural ədədlərin hasilini tapın, o da 6 eləyir. Ola bilər daha yaxşı üsul var, mən bilməm. Mən bilməm, valla görmə işidir. Bura baxaq. Bunu məncə oxuya biləcəm. İbrahim, sən bunu nətər eləyirsən? Bax, sual budur. X üstə gəlinmiş 2. Sonra İbrahim çəkdən də soruşarıq. X üstə gəlinmiş 5. Üstə gəlinmiş. X üstə gəlinmiş 35. Deyək ki, 198. Siz bunu nətər eləyirsiniz ki? Məsələn, sən mi desəm həqiqətən eləmərəm? Yox, belə desəz eləyin, onda düşünmək olar.
Mən olsam onsuz da birinci ədəd silsiləni görərəm deyə, bunun A1-i 2-dir, bunun A-ni məndə 35-dir, artım da 3-dür. Yəni D-nin 3 olduğunu görürəm. Buradan onsuz da N-i çıxardaram ki, N-in 2 olur burada A-ndə məndə. Yəni 2 üstə gəlinmiş N çıx 1 vurulmuş 3-dür. Buna 33, 11, 12 imiş. Düzdür? 12 imiş. Onsuz da burada hər birində x varsa 12x deyərəm. Üstə gəlinmiş. Məndə burada nə idi? Birinci ilə axırıncının cəmi bölünmüş bunun sayı üz üstə. Bölünmüş 2 vurulmuş bunun sayı. Düzdür? Burada da 6 elədi 198. Bundan sonrası da ya Allah qardaş, mənlik deyil. Getdi son. Məndən çıxdı bu da qədər. Ya bu 37 eləyir 6-ya vurarsam 12-yə bölünmüş çoxdur, onu da bilmirəm. X bərabər. Bax ciddi deyirəm, bax bura qədər eləyirəm. Bundan sonra mənlik deyil. 37-ni 6-ya vurmaq söhbəti gəlir. Burada 222 eləyir. Çıxılsın 222. 222. Neçə eləyirmiş o da? 200. Burada 24 eləyir mənfi. X bərabərdir mənfi 2. Sən nə deyirsən Vanı çiçək? Buraya şey gedək olar məncə. Hamısı 3-ə bölünsün deyə 12 dənə 1 gələsən üstünə, sonra birdən Ədədsizlə. Yenə də ədədsizlə. Sən deyim burada 12x üstə gəlinmiş, 3-ü çıxardırsan mötərizə xaricinə, 1 üstə gəlinmiş, 12, 12. Burada da bunun üstünə gəlmək lazımdır 12-ni. 12-ni gələndə 220 mi eləyir bu? Yox, 210. Düz dedim mi? 210. Onsuz da bunun açılışını bilirik də. 3 vurulmuş, 12 vurulmuş, 13 bölünmüş, 2, 2. Bundan bu getdi 6. Daha çox elə bir hesab kitab var axı məncə. Yəqin eyni şeyə gələr, da hesablamaq istəmirəm. Yəqin ki, gələr. Mən imtahanda görə bilmərəm müəllim mən bunu. Yuxarıdakını 100% görərsən. Buna bax. Ədəd silsiləni zaten bilirəm. Elə bir yaxı belə. Ədəd silsiləni eləyərəm normalda. Üstünə 12 dənə bir gəlmək mükəmməl yoldur, amma çətin imtahanda ağlıma gəlsin həmin vaxtda. O da var da. Sən məntiqli də amma. Keçdik növbəti suala. Onu orada gör, tətbiq et. Amma məntiqlidir. Ayda. Modul suallarında çox adam ümumiyyətcə bundan əvəzləyir. Mən normalda 2 cür həll edirəm. Əvəzləməm. Çox vaxt 2 cürdə həll edirəm sualı. Çünki x kvadratı varsa, onsuz da x kvadratı kimi çıxacaq. Ya bu 5x üstə gəlinmiş 6-da çıxıb onsuz da, yəni bunu ödəyib. Ya da ki, mən bu suala belə baxıram. X kvadrat üstə gəlmiş 5x, üstə gəlmiş 6 kimi baxıram birbaşa olaraq. Ya iki vəziyyətdə onsuz da vurduqlarını parçalamaq asandır da. Deməli, burada nə cür ola bilər ki, bir dəqiqə fikirləşim. 6 olsaydı. 2 ilə 3 də. Deməli, ikisi də mənfidir. 2-dir, 3-dür. Belə olacaq. Burada olsa necə olacaq? İkisi də müsbətdir burada. 2 ilə 3-dür. Düzdür? Bu belədir. Buradan otururam, kişi kimi baxıram ki, mən buradan nə nəticə çıxarda bilərəm, qardaş. Bax, bunun onsudakı təyin oblast avtomatik olaraq gözdən görülür də. 2-dən 3-ədir, buradan gözdən görülür. Hər hansı bir ədəd də götürmək olar aralıqda. Çünki bundan qabaqda məsələn 0-ı qoysam, müsbət eləyəcək. Daha böyük bir şey qoysam, yenə müsbət eləyəcək. Ortası qalır. Burada da yenə gözdən görülür ki, budur. Onsuz da gözdən görülür. İndi bir dənə söhbət var ki, ikisi də mi aiddir, ikisi də aiddir. Birləşməsini götürəcəm. Y variantı. Məncə belə daha rahatdır. Çünki bu şəkildə işləyəndə daha çox vaxt gedir. Mən elə düşünürəm ən azından ki, 2 dəfə onu analiz eləməlisən, təzədən modula təzədən gətirməlisən. Çünki modulun içərisinə qoymalısan. Çünki modulun özü nədir? Məsələn, 2-3 aralığında tapırsansa, çünki sən burada modul x-i tapırsan. Modul x-i təzədən burada əlaqələndirəndən sonra bir dəfə belə açarsan, bir dəfə də -3-lə -2 açmalısın. Eyni söhbətə gəlir, daradan baxsın. Nə bilim oldu. Gözün qabağında. Məsləhət görən belə işləyin. Bizdə 15-dən söhbət gedir. 15-i nə cür açmaq olar? 15 tipli sualları görəndə, məsələn, Türk ədəbiyyatında bu çoxdur, göz işləyirsinizsə də. 3-ü çıxanda A qalıbsa, deməli, modul X bu mütləq bir surətdə 2 dənə versiyada ola bilər. Ya A çıxır üstdən, A üstə gəlmiş 3-dür ki, 3 ləğv olunur. Ya da ki, bu X çıxılmış 1.
Yəni 3-ün ləğv olunduğu bir versiyada nəticədə müsbət 3 mütləq ki var. Amma ya A ya müsbətdir, ya mənfi də onsuz da çıxa bilməsi üçün ya da bu formatdadır. Bunu çox vaxt mən belə yazıram ki, ya da bu belədir. Yəni A-nın onsuz üstünü işləyirik biz sual işləyəndə. İndi buradan girəndə bizdə bunu açmaq üçün, yəni açmaq üçün deyirəm də, əgər ki bu müsbət çıxa bilərdi, bir də mənfi çıxa bilərdi, köklərinin sayını tapın, üstə düşən kök olmayacaq. Çünki A-sı mənfidir burada. Burada A-sı müsbətdir. İki fərqli kök verəcəkdik. İkisi buradadır, ikisi buradadır. 4 dənə kök çıxacaq. Məncə bu qəşəng oldu. Kim nə deyirdiz? İbrahim, sən nə edirsən qaqa? Məncə çox yaxın bir şey eləyirsən buna ya. O yan bu yan yox. Hə, eynisini eləməm. Elə belə atacaqdım. 4 dənə də. Qəşəng. Ben kalkulatoru bağlayayım. Sizə kimdə kalkulatorum var? Bana alternativ üsul demək istəyirsənsə de, yoxsa keçsəm növbətiyə. Çünki mən xoşum gəlir alternativ suallar, alternativ üsullardan. Yetər, mən oturub köklərini tapardım. Çünki sən hardan bilsən ki, kök üst-üstə düşərməz, mümkün deyil. Sən bunu bir dəfə müsbətində açarsan, bir dəfə mənfisində açarsan. Sən mənfisində açanda bu çıxılmış 3 ilə olacaq, bu üstə gəlmiş 3 ilə. Yəni kök üstə düşə bilməz həmin anda. İzah edə bilirəm fikrimi? Bir dənə belə aç. Burada A üstə gəlmiş 3 də var səndə. Burada -1 olan. Onsuz hamısında -1 var. Orada ehtiyac yoxdur. Bir də səndə bu var. A çıxılmış 3. Buradakında səndə mənfi A üstə gəlmiş 3-dədir. Bir də bu var. A çıxılmış 3 də var. Ya bunlar üst-üstə düşmüş, onsuz x çıxılmış 1 də. Yəni mümkün deyil bunlar uzlaşsın. Ehtimalı belə yoxdur. Sonra oradan baxırsan ki, üst-üstə düşmürsə getdi qutardı. Müstəvi xaricindəki nöqtədə müstəviyə oxuyum, o buradan oxuyum. 2 yazılıb burada. Başa düşürəm. İnanmırsınız mənə, amma 2 yazılıb. Antisə bilərəm. Bərabər və bir-birlərinə perpendikulyar mayilə çəkilib. Mayilərin müstəvi arasındakı bucaq 45 dərəcə. Belə çıxır ki, bərabər çəkilibsə, bu 100% kənardan baxanda bərabər yanlış bucağa oxşuyur. Bir dəqiqə bunu çəkə bilsəm. Burada da fikirləşin ki, nəsə bir dənə bir oblast bir şey var da nəticədə. Onu da çəkmirəm. Temanı tutursuz. Bu onun kəsişmə nöqtəsidir orayla. Deməli, bu da bərabərdir. Burada 45 dərəcəmiz var. Burada 45 dərəcəsi avtomatik 90 dərəcə çıxarmış sənə. Perpendikulyarmış bunlar. Və bir-birinə perpendikulyar mayilə çəkilib. Mayilə arasındakı bucaq bir dəqiqə, mayilələrlə müstəvi arasında heç mənasız şey verib. Bunların bərabər olduğunu vermişdi onsuz da burada. Eyni şey 2 dəfə verib. Oturacaqlar arasındakı məsafə 4 sm-dir. Oturacağı arasındakı məsafə 4 imiş. Buradan bir perpendikulyar çəksək, bu 2 ayıracaq yəqin ki. Bu da belə oldu. Hələ ki davam edirik. Nöqtədən müstəviyə qədərki məsafəni tapın. Maraqlıdır. Bu h-dırsa da, onsuz da bizim bildiyimiz belə bir şey var da, h-ın kvadratı bərabərdir. Bərabər yanlıq deyə bərabər bölmüşdür. 2 vur 2. Oradan da h bərabərdir 2. Bu A variantı. Getdi. Növbətidən nə istəyir bizə? Bunun üçün yəqin A kubu çıxılmış B kubunun açılışına girərəm mən. A çıxılmış B, A kvadratı, üstə gəlmiş AB, üstə gəlmiş B kvadratı. Ya bunu açaq da. Aça bilsəm o da. Deməli, yuxarısı nə olacaq məndə? Bunların cəmi 2 eləyir, düz dedim, vurulmuş. Birincinin kvadratı neçə eləyir? Bir dəqiqə fikirləşim. Birincinin kvadratı 1, çıxılmış 2i, çıxılmış 1, üstə gəlmiş. Buna hasili neçə eləyəcək? Deməli, 1, üstə gəlmiş yenə də 1. A kvadrat üstə gəlmiş, A kvadrat çıxılmış B kvadratıdır da. Sonra bizdə olacaq üstə gəlmiş 1, üstə gəlmiş 2, bunların üstünə xətt çəkək, çıxılmış 1. Onda 1 ilə 1 getdi, 1 ilə 1 getdi. Onda bu da 2-dir. Onda yuxarısı məndə nə olmalıdır? Məntiq olaraq bu, məncə 4 olmalıdır yuxarısı. Yuxarısı 4. И. Hı? Там и тоже есть. А где? Рядом с 2. Здесь? Bence daha. Bir dəqiqə. Düzdür. 1 aparır, 2 qalır. Düzdür. Düz. İni yemişəm var. Şey yitirdi de. Bir dakika. Nəyi çəkməyəm? Plus 2. Ha, bu da 4. Tamam, əsəbləşmə, aqressiv olma. 2 vur 2 də, burada da 2 var. Tamam, çox aqressivsən, neysə.
Tez qocalassan, aqressiv olma. Gəldik bura. 1 üstə gəlmiş i, 1 çıxılmış i. Bunun da o-3 üçüncü dərəcəsi. Düzdür? Burada içəridə nə qalır bizdə? 1, bu 2 eləyirdi. 2 üstündə 3, o da bilir 8. Oradan da 1 bölünmüş 2b variant. Düz tapdım. Yes, bir şey qutarıq getdim. Gəldik. Gözlə. Y bərabər. Buna işləmsən sən ümumiyyətcə. Yox. Bu sual qəşəng sualdır bu arada. Cidden qəşəngdir. Deyir ki, sənin belə bir dənə funksiyan var, sənin belə bir dənə nöqtən var, 1 bölünmüşdür. Qəşəng nöqtədir bu arada. Çünki 1 bölünmüş 2, 1 bölünmüş 4 nəsə maraqlıdır. Nöqtəsinə ən yaxın nöqtəsini tapın. Belə çıxır ki, mənim nəticədə bir qrafikim. Necə? Şeydə tangensi ilə nöqtədən 90 qraduslu bir şey. Bu da nəsə içdədir yəqin ki. Çünki bu 1-ə düşürsə, bu 4 qoyanda burada daha balaca bir şey alınmalıdır deyə bu altda qalacaq. Deməli, buralardadır M. M buradadır. Ən yaxın nöqtə burada perpendikulyar olur buna. Çəkilən toxunana. Düzdür? Da. Onda çəkilən toxunanın k-sı nəyə bərabərdir bizdə? 2x-ə bərabərdir. Düzdürmü? Deməli, y bərabərdir. K-nı yerinə qoyanda 2x kvadrat üstə gəlmiş b deyilən bir dənə xəttim var. Y üstü xətt yazaq buna. Y üstü xətti. Deməli, bizim bir dənə də y üstü nöqtə dediyimiz bir şey var ki, mənfi 2x kvadratı üstə gəlmiş b deməkdir, buna c deyə istəyirsən. C deyilən bir əddə var ki, bunların hamısının ortaq nöqtəsi budur. Bu kəsişmə nöqtəsidir. Düzdür? Düz dedim mi? Düşünün. Denən də mən böyümü çəkilir axı. Deməli, M perpendikulyarın üstündədir, M bunun içindədir. Onda belə çıxır ki, 1 bərabərdir, mənfi 2, 4-ün kvadratı 16 eləyir deyəsən. Üstə gəlmiş C var. Bunlar bir-birini aparsa, burada 8 eləyir. Bu tərəfə keçəndə C bərabər 9 bölünmüş 8 eləyir. Düz tapdın bunu? Hə, dedi, ürəyim çəkildi. Düşünürəm də, bir dəqiqə gözləyin də. Avroci siz koefisiyent Mən sən eləyim. Bax, səndə onsuz da bu K dəyəri buna bərabər deyil, bunu törəməsinə. Deməli, məndə əgər ki, bir dəqiqə bunu səhv yazdım. Koefisiyentə eyni şey demişsiniz. Onu deyəcəkdim. X O deməyində da başınız qarışacaq. Это же вроде не X, это какой-то random число. Yox, onsuz da X. Səncə, eyni X dəyərində eyni yeri görür axı bunların hamısı. Hətta bax, bu X dəyəri deyil də, random çislo dediyin şeydə eyni X dəyərində eyni yeri görür də bunların hamısı. Hə, bildim nə deyirsən. Eyni X dəyərində eyni yeri görürlər də. Bunu belə də yaza bilərəm. Yəni, mən bu X yerinə götürüb bunu qoysaydım. Yaxşı, sən dediyin kimi eləyərək. Bax, belə gələk. Bunun onsuz da ki, görüntüsü budur. Bunun görüntüsü budur. O birisinin də K əmsalları mənfi 1 verməlidir. O birinin görüntüsü budur. Yəni, buradan keçən, harası belə bir şey çəkməyə çalışam. Buradan keçən xətt Y üstü nöqtə. Onsuz da bunlar perpendikulyardır deyə bir-birlərinə. Onsuz da bunun görüntüsü budur. İndi belə bir dənə söhbət var. Bunun görüntüsü budur. Burada. Mən bunun içərisinə 1 bölünmüş 4'ü qoyanda, 1 bölünmüş 4'ü qoyanda mütləq bir surətdə almalıyam biri. Razılaşdıraq burada. Yo, bu koefisiyent minus 1'a 2 x kvadrat yazdınız ha. X'in biri böyle altta olmalıdır. Deyirəm ki, ona görə x yazmayın da, başqa bir şey yazın. Ha, x'lər qarışmasın deyə deyirsən. Ha. Çünki minus 1'a 2 x kvadrat değil de minus 1 bölü 2x vur x kimi belə. Yaxşı, başa düşdüm nə demək istəyirsən. Yaxşı, aləm qatmır. Sənə görə dəyişdirəm. Başqası olsa dəyişməyəcək. Allah razı olsun. Sağ ol, qaqa. Deməli, gəl onda nə deyək? A nöqtəsi mi deyək onda ona? Gəlmişsin, silirəm bunu. Başdan gedək. Onda bu belə çıxır ki, 2A şərtini ödəməlidir də, düzdür? Onda bərabərdir, Y bərabərdir. 2A bizdə X üstə gəlmiş B'dir. Y üstü xəttdir.
Y nöqtə də bizdə mənfi 1 bölünmüş 2a x üstə gəlmiş c şərtini ödəməlidir. Razıyıq? Hı? Əla. Onda. Ya bunları elədik. Əsas nöqtələrimizi adımızı qoyduq. Burada problemimiz yoxdur. Bunları elədik. Ən yaxın nöqtənin tapılmasından söhbət gedir. Bunları elədik. Və bizim bildiyimiz bir dənə nöqtə var ki, yəni bu axtardığımız nöqtəyə bu x deməkdir, nə nöqtəsi deyirik, fərq eləmir onu. Yəni həmin nöqtədə görüntü hamısı bir-birinə bərabərdir bunlar. Hamısı. Həmin nöqtədəki hamısının görüntüsü bir-birinə bərabərdir. Razıyıq? İndi bir şey var. Bu düz xəttdir deyə, məsələn deyirəm. Bu düz xəttdə x-ə 0 versən, bu burada hansı nöqtəni görəcək? X-ə 0 versən, burada C nöqtəsini görəcək. Razıyıq? Hə? Es içəsindən mən getməliyəm. Yaxşı, gedir. Baka. Onda tək işləyim də bunu. Niyə o qədər beynimi yoruram sən? Mən fikirləşirəm ki, sən nə deyəcəksən, sana uyğunlaşdırmağa çalışıram həlli. İbrahim, əlardan var dostum. Nə də slopu tapardım. Nə eləməliyim, anlamadım. Sualı başa düşmüsən ümumiyyətcə. Hələlik bana şey. Sualı başa düşmüsən dostum sən? Hə, mən başa düşmüşəm, qulaq asıram. Həll elədin? Yox, mən sizi gözləyirəm. Sizə baxıram daha doğrusu. Sizin canınıza girəndə istəmirəm, qələm falan. Rahatlamaq üçün, dincəlmək üçün girirəm. Okey. Onda bunu başa düşülən formada eləyim. Mən deyirdim, onda bana şey eləyər yəqin. Ona görə rahat gedir. Onda belə çıxır ki, mənim bir dənə qrafikim var. Onda nöqtələri ayrı-ayrı adlandıraq ki, qarışmasın söhbət. Mənim onsda 2/1 nöqtəsindən keçən, o təpə nöqtəsi yəqin ki, bura düşəcək. Çünki 0 nöqtəsini alacaq. Deməli, 2/1 nöqtəsindən keçən mənim bir dənə qrafikim var ki, hansı ki, bunun üstündə bir M nöqtəsi var ki, bu M nöqtəsi də bizdə 1 bölünmüş burada 1 nöqtəsindədir. Bu da bizdə M nöqtəsidir. M-i də buradan yazın. 1 bölünmüş 4-də, bu da 1-dir. İndi mənə lazım olan nədir? Buradan, bura qədər ki, bir, belə deyək, toxunanın tənliyini əslində həyata keçirmək lazımdır. Burada K-sını mən bilirəm. Bu sıfırdadır. Bu nöqtəni mən bilmirəm. Bu nöqtəni ümumiyyətcə bilmədiyimə görə random A desəm, amma bu nöqtənin koordinatını mən bilirəm. Bu A olanda A kvadrat üstə gəlmiş 1 bölünmüş 2 bunun koordinatıdır. Buradan çıxardım onu. Əgər A desəm bu nöqtəyə. Bunlar da bir-birinə perpendikulyardır, onu da unutma. Əgər demiş olsaydı, mənim bildiyim bir dənə söhbət var. Bunun buradan bura qədər olan hündürlüyündən söhbət gedir ki, A kvadratı bölünmüş budur. Burada problemimiz yoxdur. Onda belə çıxır ki, mənim K əmsalım bunun üçün, bu Y üstü xətti üçün K əmsalım, yəni burada KX üstə gəlmiş B-dən söhbət gedir. K əmsalım mənim A-nın kvadratı üstə gəlmiş 1 bölünmüş 2 bölünmüş A-dır və eyni zamanda məndə bunun əmsalı 2A-ya bərabərdir. Çünki mən bilirəm ki, bunun törəməsindən söhbət gedir. Törəmənin A nöqtəsindəki törəmədən söhbət gedir. Avtomatik o slopu verir bu bizdə, əmsalda. Oradan çıxır ki, mənim A kvadratım üstə gəlmiş 1 bölünmüş 2 bərabərdir 2A kvadratına və buradan çıxırmış ki, sənimə 1 bölünmüş 2 bərabərdir A kvadratı. Oradan da çıxırmış ki, sənimə 1 bölünmüş kök 2 bərabərdir A-ya, hansı ki, bu nöqtə sənimə məndə 1 bölünmüş kök 2 nöqtəsiymiş. Burada problemimiz var. Bu arada plus minuslu bu. Prosta yəni A müsbət tərəfdə götürdük. Ona görə bir şey eləməm mən. Buradan başa düşdük. Məncə yəni normal. İndi bizim növbəti davam edəcəyimiz nöqtə nədir? Növbəti davam eləməli olduğumuz, davam eləməli getdiyimiz nöqtə nədir? Məncə səhv eləmədim. Səhv eləmiş olsam da ki, Allah bağışlasın. Bir dəqiqə təzədən baxaq suala. X üstə gəlmiş A buradadır. A nöqtəsi var idisə də, bu bizdə mütləq bir surətdə 2A-ya bərabər olmalıdır. Onu düz deyirəm də. İndi belə bir A nöqtəsi varsa, bu buradadır. Ən yaxın nöqtəni tapın. Cavab variantlarında yoxdur. Onu fikirləşən bayaqdan. Cavab variantlar fərqlidir. Mən A nöqtəsini tapmışam ki, 1 bölünmüş kök 2.
Bunun kvadratı 1 bölmüş kök 2-dən 1 eləyir. Mən belə tapmışam bunu. Sağ variantlarına yoxdur. Sualı da fikirləşirəm də. Onda ki, biraz fərqli yanaşaq buna. Biraz da fərqli. Amma məncə düz gəlmişik. A müəllim üzrlü hesab edin. A nöqtəsi 1/2 olmalı deyə. K-nı mənfi 2-də 1 K götürməyə perpendikulyardır deyə. Onda sualda 2-dən çatışmazlıq çıxır axı. Sən nə deyirəm? Bax, gözləyim sən. Bizdə burada y üstü nöqtə dediyimiz bir dənə də şey var. Y üstü nöqtə dediyimiz. Orada sən dediyin kimi bölünmüş 2a x üstə gəlmiş z. Razısan? Bəli, buyurun. Həll. Onsuz da burada biz y üstü xəttini tapırıq ki, 2a üstə gəlmiş b. Onda belə çıxır ki, mənim bu a nöqtəm 3 dənə funksiyanın kəsişdiyi nöqtədir. Fikri izah eləyə bilirəm. Bəli. 3 dənə funksiyanın kəsişdiyi nöqtədir. 3 dənə funksiyanın kəsişdiyi nöqtədirsə də, 3 dənə funksiyanın kəsişdiyi nöqtədirsə də, mən avtomatik olaraq nə izah eləmək istəyirəm? Avtomatik olaraq bunu deyə bilərəm ki, əgər A nöqtəsi buradadsa, mənim belə bir dənə xəttim varsa, bu xəttdən söhbət gedir bu arada. Belə bir xəttim varsa, bu xəttin də bura ilə bir dənə toxunma nöqtəsi varsa, hansı ki, bu nə qədər ona perpendikulyar olan ikinci xətt olsa da, bu belə deyək, funksiyada bu y funksiyası ilə kəsişib bax hardasa. Və mən deyirəm ki, bu y funksiyasına A nöqtəsində çəkilən toxunanın tənliyi mütləq bir surətdə nə olur olsun, əmsal olaraq 2x-i saxlamalıdır. Düz deyirəm bunu? Bəli, mən belə yazdım bu saniyə. Baxın, yazdım ki, k bərabərdən olmalı y bölü x-də. Yəni mənfi 1 bölü 2k bərabər olsun. Mənfi 1 bölü 2a bərabər olsun y-lərin fərqinə. A kvadratı üstə gəlsin 1 bölü 2 çıxılsın 1. Məxrəcdə də bir saniyə. A çıxdı 1 bölü 4. A çıxılsın 1 bölü 4. Mən görmədim. Bir deyik. Heç nə. Misal planlaşdı. Tamam, başa düşdüm. Yox, mənim dediyim başqadır ki, başa düşdüm sən nə isə. Sən avtomatik deyirsən ki, o birindən yox, bu birindən hesablayaq da biz. Burada da bir k var da bizdə. Perpendikulyarlıq şəklini görəndə sıraz elə yadıma düşür. Mənfi 1 bu bölü sıfırdan keçməyə də bilər axı, düzdür. Bu B nöqtəsindən. Mənim səhvim sənədir, mən bunu sıfırdan keçirmişəm. Düzdür, belə eləyə bilmərik axı. Biz sən niyə elə eləyə bilmərik? Çünki biz əgər elə bir şey eləmiş olsaydıq, fərz eləyirəm ki, sıfırdan keç, bu da düzgün yanaşma deyil. Bu hadisa belə keçməlidir. Hətta. İndi oturdu sual. İndi sual oturdu. Biz bir düz xəttin üstündə 2 dənə nöqtəni konkret bilmiriksə, onu bucaq əmsalını hesablaya bilmərik. Burada da ən azı A nöqtəsini biz fərz elədiyimizə görə, mütləq bir surətdə onsuz da M nöqtəsi də bizim əlimizdə var, düzdür? Onsuz da əlimizdə var. Onda M nöqtəsindən götürək, ya A nöqtəsindən götürək. Onda bizdə belə çıxır ki, x-lər fərqində, bunun x-ini mən bura götürəndə, bu da burada olur da. Deməli, onsuz da bu qabaqdan götürməyə çalışsaq, y-lər də buradadır. Sən dediyin kimidir. Mən şəkli başdan səhv çəkmişəm. Ona görə söhbət ölüb. Mənfi 1 bölünmüş 2a. Mənfi 1 bölünmüş 2a. Burada da bir dənə qəribə bir dənə situasiya yaranır axı. Kub tənliyə girmir bu. Gözlə bir açaq baxaq görək başımıza nə gəlir. Hə? Məncə bu kub tənliyə girəcək. Bu hissə bizdə avtomatik olaraq gedəcək. Deyəsən 2a kubu bərabərdir 1 bölü 4 olacaq. A kub bərabərdir 1 bölü 8 elə 1 bölü 2 çıxacaq. Yəni islah gedəcək, ixtisar gedəcək. Hə, elə var onda. Deyirsən 2a kub üstə gəlmiş 1 bölünmüş 2. Bu saniyə həll elədim. Qəşəng. Düzdür. Bir dəqiqə.
Burada bizdə A var. 2 də bundan getdi. Bu qaldı A. A ilə də A-nı aparsaq qəşəng. Sual asan demiş ki onda. A2-dir. A2-dir. A2 də olmağına. 2 yox, 1/2-dir. A 1/2-dir. Bu 1/2-dirsə də, 1/2-dirsə də, o biri bizdən nə alınır? 1/4 mu alınır? 1/, bir dəqiqə. 4/3 budur. Üstə gəlmiş 1/2. Yox, o qəşəng sual imiş. Mən onu tamam başqa bir şey fikirləşdim beynimdə. Bilirsən problem hardadır? Şəkli belə çəkirəm, davamlı deyirəm ki, bu 0 nöqtəsindən keçir. Problem oradadır. Çəkməyəndə avtomatik görürsən ki, bunun üstə 2 dənə nöqtən yoxdur. Sən sadəcə bu nöqtəni bilirsən, ikincini bilmirsən. Məcbursən 2 dənə nöqtə olan yerdən yapışasan. Ona görə bu xəttə girirsən. Çox qəşəng sualdır bu. Bir dəqiqə. Bu sualı görmürsən yəqin ki, amma mən ən üçün çəkəcəm yenə də. Bu belə bir dənə şeydir. Bu da belədir. Buranı da rəngləyiblər. Və bizə dediyi maraqlı bir dənə xüsusiyyət var ki, x oxuna y oxunun yerini fərqli qoyur. Onsuz da biz bunu 90 dərəcə fırlatmış olsaydıq belə, nə tərsə də yenisi gəlsin deyə. Vəziyyət dəyişəcək. Deyir, x oxunu da y təyin edir. Maraqlı da. Normalda biz deyirik ki, məsələn, f(x) bərabər nəsə yazırıq. Avtomatik olaraq x-i verəndə, məsələn, belə deyək də, x-i buradan verəndə y-lə qalan hissə, yəni bu içəridə nəyi vermişiksə, onunla qalan hissəni tapırıq da. Bu y-i veririk, onsuz da inteqrallanmanı d-yə görə aparsaq, problem həll olacaq. Bir dənə burada görməli olduğumuz budur ki, bu 1 xəttindədir. Bu 1 xəttindədir. Bir də burada 0 verəndə y-ə, bunun da mənfi 1 xəttində qaldığını bilirəm. 2 də inteqralının cavabını cəmləməkmiş sual. Yazsan, yəqin ki, yazmasaq da həll eləyərik də. Bu da neçə olacaq bizdə? Kökdə y, dy-dir. Kökdə y-i biz açanda neçə eləyir oradan? Deməli, bir dəqiqə. 3-cü dərəcədən y-in kubu, 3-cü dərəcədən y-in kubu vurulmuş 2, burada da 3-dür. Düzdür, 3 aşağıya gedir, 2 yuxarıya gedir, oradan da 1 çıxır, düz. Deməli, bunu təzədən biz açırıq 1 ilə 0-da, 0-da bir şey çıxmır, 1-də təzədən 2 bölünmüş 3 qalır. Bu hazır. Bir də bunu açanda mən nə etməliyəm mən? Bir dəqiqə. Bir dəqiqə. Yenə də 0-dan 1-ədir, çünki y-ə görə inteqrallayıram. 0-dan 1-ə inteqrallayanda əlimdəki funksiya budur. Y-in kvadratı çıxılmış 1, dy. 2 ayrı integral kimi açmaqdansa bunu belə elə. Y-in kubu bölünmüş 3, çıxılmış y. Bir dəqiqə, bunu da belə eləyək. 0 ilə 1. Onda 0-da bir şey çıxmayacaq. 1-i qoyanda 1 bölünmüş 3-dən 1-i çıxardanda mənfi 2 bölünmüş 3 eləyir. Düzmü gətirdim? Bir dəqiqə. Bir dəqiqə. Aha, düzdür. Deməli, bunu tapandan sonra bir dənə də söhbətə baxırıq. Y oxunun bir tərəfi müsbət, bir tərəfi mənfidir bizdə. Tamam. X oxu burada müsbət olduğuna görə sahənin özünə burada müsbət götürəcək. Bu da elə idi. Məsələn, Y-in müsbət tərəfinə sahə müsbət, mənfi tərəfinə sahə mənfi götürür. Deməli, bu sahə indi aldığımızın işarəsi nədirsə də, burada onun işarəsini bir dəfə dəyişəcək. Belə çıxır ki, mənim bir sahəm olacaq 2 bölünmüş 3. O biri sahəmdə mənim olacaq 2 bölünmüş 3. Çünki bunun işarəsini dəyişmişəm. Onda olacaq bizdə 4 bölünmüş 3. Bu da B variantıdır. Bu da B variantı. Çox kritik bir sualdır aslında. Ciddi kritik bir sualdır. Gəldik bura. Burada bizdən tələb olunan nədir? Deyir ki, A-nın hansı ən kiçik tam qiymətində həlli şərti ödənir? A-nın hansı ən kiçik tam qiymətində? Y böyüdü x şərti ödənir. Bir-birini yox eləməklə başlayaq da. Ya x-də, ya y-də. Ya yuxarıdan başlayaq, ya da aşağıdan fərq elə. Onda bunu belə eləyək də. 2x üstə gəlinmiş y olacaq bizdə 4x. Mənfi 4x çıxılmış 2y bərabərdir. Mənfi 2-yə vuraq da buranı. Mənfi 4a üstə gəlmiş 14. Burada nə olacaq bizdə? X üstə gəlmiş 2y bərabərdir. 3a üstə gəlmiş 5. Yaxşı.
Buradan biz aldıq ki, mənfi 3 x bərabərdir mənfi a üstə gəlmiş 29. Ümid edirəm düz yazdım. Və 19-dur bu. Mənfi a. Buradan tapıram nəyi? X bərabərdir. 19-u qabağa salaq onda. 19 çıxılmış a. Burada da mənfi 3. Bunu yazdıq. Bunu yazdıq. İndi. Bunu yazdıq. İndi. Bir dəfə də y-ə görə hesablayacağıq. Y-ə görə hesablayırıqsa y qalsın deyə nə edə bilərəm mən? Y qalsın deyə nə Mən edə A bilərəm? 9 deyil. Yox, mənfi 3 yazmışsınız. Aşağı baxışlayın. Hə, ikisinin bir-birinə aparmağı. Düz deyirsən. Düz deyirsən. Düz deyirsən. Yazmaq olar. Deməli, indi mən y saxlamalıyam da. A-dan asılı vəziyyətdə y saxlamalıyam. Y saxlamaq üçün mən nə edə bilərəm? Biraz fikirləşim. Aşağını mənfi 2-yə vuraram onda. Bu dəfə aşağı mənfi 2-yə vuraram. Onda olacaq məndə belə. 2x üstə gəlmiş y. Bərabərdir 2a çıxılmış 7. Aşağıda olacaq 2x çıxılmış 4y. Bərabərdir bizdə mənfi 6 çıxılmış 10. Məncə düz gəlirəm. Burada olacaq mənfi 3y. Eyni şeyə mi gəldi bunlar? Mənfi 4 çıxılmış 17. Yox, fərqlidir. Y bərabər mənfiləri ataq yaxşı. 4 üstə gəlmiş 17 bölünmüş 3. Məndən tələb olunan nədir? Bu böyük olmalıdır məndə. 19 bölünmüş 3-dən. 3-ləri atsaq, onda belə çıxır ki, 3a böyük olmalıdır. Bu da bura geçsə mənfi 36-dan. A bizdə mənfi 12-dən böyük olmalıdır. Mənfi 12-dən böyük dəyərdə mənfi 11-dir. Keçdik növbətiyə. Bizdən tələb olunan nədir? Deyir ki, şərtinin ən böyük qiymətini tapın. Onsuz da standart bir vəziyyətdir bu. Məsələn, modul x-y biz həmişə belə yaza bilərik də. Bu standartdır. Və hər hansı bir x kvadratı da həmişə belə yazıla bilər. Bunun kvadratına. Yoxsa müsbətdir. Və onda buradakı əvəzləməni aparsaq, belə bir şey olur. 15 çıxılmış. Birincisi olur x-in kvadratı üstə gəlinmiş y-in kvadratı. Burada da x, y. Onu da parçalayanda bu bununla gedəndə 15 çıxılmış. X-dən x getsə yuxarıda x, aşağıda y. Bir dənə də çıxılmış. Onda yuxarıda y, aşağıda x. Düzmü getdi? Bu düzdür. Bunu elədik. Bunu eləyəndən sonra, hətta bunu belə də eləmək olar. Bunu bu şəkildə saxlayıb üstə gələ yazmaq olar. Bunu elədik. Bizdə burada eləyə biləcəyimiz növbəti dəyişmə nədir? Növbəti dəyişmə nədir? Növbəti dəyişmə nədir? Növbəti dəyişmə nədir? Adı nə idi? Veştas bərabərliyin bilsən İbrahim? Koşin deyirsiniz, yoxsa necə? A üstə gəlinmiş b-nin kvadratı 0-dan böyükdür. Deyir a-nın kvadratı üstə gəlmiş b-nin kvadratı. Burada çıxda yazmaq olar. Deyir ki, üstə gəlinmiş 2. Get çıx yazaq bunu. Bu çıx olsun. Bu ya da bərabər də olmuş ola bilər. 2ab böyük bərabərdir 0-a. A-nın kvadratı üstə gəlmiş b-nin kvadratı hər zaman böyük bərabərdir 2ab-dan. Onda belə çıxır ki, mən bunları bundan əvəzləsəm, yəni A-nı belə deyək də, onsuz da modul müsbətdir də, yəni kvadratda heç nə dəyişməyəcək. A-nın kvadratı ilə birbaşa buna desəm, buna da mən B-nin kvadratı desəm, birbaşa olaraq düzdür. Onda belə çıxır ki, mənim X, burada mənim Y-im var, üstə gəlinmiş, burada mənim Y-im var, burada mənim X-im var. Bu həmişə böyük bərabər olmalıdır nədən? 2, bunun kök vəziyyətidir. Onsuz kök A vurulmuş. Əslində bu belədir də. Kök A kvadratı vurulmuş kök B kvadratıdır da. Onda yəni müsbət vəziyyətdə, onsuz mənfi vəziyyətdə bundan müsbətdir, yoxsa müsbətdir. Deməli burada kök vəziyyətdə bizdə ümumi modla çıxarda bilirik. Buradakı xassədən istifadə edirik. Geriyə qayıtmadan istifadə edirik. Ümumi modla çıxardanda x vurulmuş y-dir. Burada da y vurulmuş x-dir. Düzdür? Onda bizdən bunu alınır. Bu mütləq bir surətdə 2-dir.
Belə çıxır ki, mən bu yerinə qoya biləcəyim. Ən böyük qiymət üçün ən kiçik qiymət qoymalı. Qoya biləcəyim ən kiçik qiymətim 2-dir. Onda ala biləcəyim ən böyük qiymət də 13-dür. Düz gətirdiyim? Məncə düzdür. Məncə düzdür. Başqa cür nə cür eləmək olar bunu? Funksiyadan da gətirmək olur. Funksiyadan məncə uzaq gedir. Bu ən rahatıdır. Funksiyadan gətirsək uzaq gedəcək. Ən rahatı budur. 18 moduldadır. Başqa cür nə cür baxmalı? Bir dənə fikirləşim. Bir dəqiqə. Hə, bunu onsuz da biz belə deyək də çox kiçik götürə bilmirik. Bu da kiçilik. Avtomatik olaraq bunların bərabər olduğu vəziyyəti götürməliyik. Çünki müsbət mənfinin bir fərqi yoxdur da. Müsbət mənfinin fərqi olmayanda onsuz da ki bizdə x-in y-ə bərabər hal alınmalıdır. Tarazlıq halındadır. O da 1 düzdür. Ən kiçik həqiqətən 2-dədir. Bunu mən buradan oxuyacağım. Çünki mən gözüm kör olar oradan oxusam. Bir dəqiqə. Qıraqda qalsın. Deyir ki, ABCD nə bilim düzgün dördbucaqlı prizmasında, deməli bizdə bir dənə prizma var, dördbucaqlıdır. Onun aşağısı A, B, C, D-dir. Yəqin ki, düz çəkirəm. Onda bunun özünün bir dənə yuxarı versiyası var. O da yəqin ki, buralarda bir yerdə belə çəkəcəm mən. Və onu birləşdirməliyəm mən. O da bizdə adasa belə birləşir də, fərz eləyək də. Prizma. Bunlar təpələrini A1 falan yazaq, buradan geçsin. A1-dir, B1-dir, C1-dir, D1-dir bu da. Məndən istədiyi nədir? Prizmasının yan til oturacağının tərəfindən 2 dəfə böyükdür. Yan tili bu 2A olsun, bu da A olsun. Əla. Deyir, oturacağın tərəfindən 2 dəfə böyükdür. Deyir ki, A, bu A-dır. C1 buradadır. A1'i tapın, buradadır. Bucağını tapın. Bucağını tapın. Mən bunu əyri çəkmişəm ki, görünsün, amma yəni bunların hamısı 90 dərəcədə düzgündürlər deyə. 90 dərəcəmiz var. İndi bu da bizdə müstəvinin üstündədir. Müstəvinin üstündədir deyə bu tərəfdə də bir dənə 90 dərəcəmiz var bizim. Burada da hamısı 90 dərəcələrdir. Bir də içəridə bizim bir 90 dərəcəmiz var. Bunları yazdıq. Əlavə olaraq nəyi tapmaq lazımdır bizə? Onda bu A-dırsa da, bu A-dırsa da, bu A-dırsa da, bu A köklü 2-dir. Çünki bu diaqonala düşür. Düzgünsə də bunların hamısı bir-birinə bərabər dəmir istiqamətdə. Düzdür? Deməli, əgər bu A kökdə 2-dirsə də, bu da 90 dərəcədirsə də, onda əgər mən bu bucaqdan danışıramsa, bu bucağa, lap alfa deyə, bu bucağın hesablanması üçün sadəcə bir dənə seçim qalır. Çünki mən bir dənə qarşısını bilirəm bunun. Bir dənə qarşısını bilirəm. Bir dənə mən bunun bitişiyini bilirəm. Onda ya tangenslə girəcəm buna, ya da ki kotangenslə girəcəm. Cavabda da kotangens olmadığına görə, kotangens varmış. Deməli, onda lap birinci tangenslə yazaq. Arktangensdə. Bizdə arktangensdə nə deyir? Qarşıdakının, 2A-nın, onda A-lar gedəcək, 2 qalır, 2 bölmüş kökdə 2, 1 bölmüş kökdə 2 demək. 2 bölmüş kökdə 2 bu da elə. Budur. Olmasa kotangens. Bir dəqiqə, kotangens düz gəlirmi? Bir dəqiqə. Kök 2 alınır be. Bir dəqiqə. Kök 2 niyə alınsın ki, dostum? Bax, burada belə olur da. Bu qarşıdakısını, düzdür, 2A-nı A kök 2-yə bölürəm. Bu getdi, kök 2 qalır, düzdür. Şimdi sən niyə görə şübhələndim? Bununla bu eyni şeydir mənə elə gəlir. Eyni şeydir da. Bəli, mən eyni şey deyirəm. Mən birbaşa variantlardan çıxıb normalda A yazaram heç düşünmədən. 30-45 şübhəli variantdır. B, C-yə bərabər yaz A, heç oxumasa. O da qəşəng bir taktikadır. A-nın neçə qiymətinə kəsrlərinin qiyməti. Bunu mən belə qeyrəm. Bilməm, bəlkə də səhv qeyrəm. 2-ni çıxardacağam. Burada n-in kvadratı ilə girməliyik də suala. Onda eləməli olduğum nədir? 2-ni çıxartsam, onda 2-ni çıxardacağam hətta. 2-ni çıxardım. Çünki yuxarı aşağı ilə nə tərsə də bizdə ixtisar gedəsi bir vəziyyət olmalıdır. 2-ni çıxartsam, n çıxılmış 1-i çıxartsam buradan. N-in kvadratı çıxılmış 3-n'in var. 3n'in var. Bir dəqiqə, n-in kvadratı çıxılmış 2n'in var. 3n üçün üstə gəlmiş məndə 5n lazımdır. 5n üstə gəlmiş 5 var burada. Buradan da mən əgər ki 5-i çıxartsam,
Burada n çıxılmış 1-i yazanda, onda 5n çıxılmış 5, deməli, burada bizdə üstə gəlmiş 10 qalır. Bu getdi. Deməli, burada da n çıxılmış 1-dir. Bunların hamısı gedəndən sonra. Deməli, mənim hesablamalı olduğum əslində budur. N çıxılmış 1. Neçə tam qiymətində kəsilən qiyməti. Deməli, bu da 2 üstü 1 vurulmuş 5 üstü 1-dir. Avtomatik olaraq orada bizdə 2 vurulmuş 2. O da bərabər 4. 4-dən axal qiyməti 8-dən bizdə tam ədəddir. Bunu daha yaxşı parçalayanlar var. Mən belə gəlirəm, bilməm, beynim elə işləyir mən. Gəldik bura. 24-də bizdə nə deyir? ABC-də bərabər trapesiyanın daxilində mərkəzi deyir ki, o nöqtəsi olan çevrə verilmişdir. Bərabər trapesiyası odursa da tamam, bu budur, bu budur. Bir dəqiqə bunu çəkək hələ. Çəkə bilsəm əgər. Uyda. Nəysə, mən bunu birinci çevrəni çəkirəm. Başım bıraq. Bu belə olsun. Bunda nəsə də trapesiya olduğunu fərz edir. İnanın ki, bu trapesiya. Güvən mənə. İnanın ki, trapesiya. Yəni, mən inanıram ki, o trapesiya. Bərabəryanlı trapesiyadır. A-dır, B-dir, C-dir, D-dir. Bərabəryanlı bir trapesiyadan söhbət ki, mərkəzi O nöqtəsindədir. O nöqtəsindəsə də onsuz ki, AD tərəfi 3BC-dir. Deməli, bu x-sə də bu 3x-dir. Bunun cəminin yarısı burada olmalıdır. 2x burada, 2x buradadır. Bizdən nə istəyir? AOB, AOB. Bu tip suallar imtahanada düşüb. Qəribə bir dənə şey var. Oturacağın adını verməyib. O fikir verir. Bərabəryanlı deyə sadəcə fərz eləyirsən ki, bunlar biri yan tərəf ola bilməz. Çox qəribədir. Həqiqətən çox qəribədir. Əslində bu sual səhvdir. Dəqiq deməlidir ki, bunun oturacağı hansıdır. Yəni fərz elə ki, biri budur. Tamam, bərabəryanlıdan beynimlə qurmağa çalışaram ki, deyək ki, bu balaca oturacaq olsun. Bu yan olmuş olsaydı, 3 olmuş olsaydı, deməli bu tərəfdə 7 zat çıxmalıdır ki, hansı ki, bu da mümkün bir vəziyyətdir. AOB deyir ki, S-i 20-dir. Deməli, mən buradan bura əgər ki, R tapsam, bu R-dir. Əla. Onda belə çıxır ki, X vurmuş R bərabər olmalıdır məndə 20-yə. Onu tapdıq. Məndən nə istəyir? AOD-ni istəyir. AOD-də burada da hündürlük buddan üstə yenə R-dir. Yenə R-dir. Onda biraz fərqli alınacaq da bizdə. 3, 2, XR, onda 2 ilə bu getdi, 30 qaldı. Bu asan deyil. Bura baxırıq. Bunu İbrahim, bir saniyənin içində cavabı deyə bilərsən. Mən deyirəm. Ya cavab 2-dir, ya 3-dür. Məncə cavab 0-dır. Ola bilməz 0. Sən niyəsini mən sənə deyim. Bunların əsaslarının hamısı müsbət ədədlər varsan. Bəli. Onda bu ədədlər, yəni əsas düz deyirsiniz. Ola bilməz də, yəni ola. Deməli, bunların əsasları əgər ki, müsbətdirsə də, bu ədədlər həmişə özü də müsbətdir. Yəni, onsuz 0 da ola bilmir bunlar. Versiya yoxdur. İndi, qalan vəziyyət budur ki, heç həll eləməmiş, bir dənə proqnozla deyirəm sənə. Onda belə çıxır ki, bir dənə məntiqlə düşünək də. Nə tərsə də fərqli bir dəyərlər vermiş olsaq, deyək ki, bu mənfi 7 ilə bu 7 nə tərsə də bir-birini ləğv eləmiş olsaq, 5-in üstündən əsas 0 eləyə bilməz. Ehtimal yoxdur da bunun üçün, düzdür? Fikrimi çatdıra bilirəm, sən nə demək istəyirəm? Əlbəttə mənim, buyurun, mən sizə dinləyirəm. Yəni, orada bizim onsuz da 2 dənə seçimimiz var. Ya 3-dür, ya da ki 2-dir. Deməli, orada elə bir qüvvət var ki, o qüvvəti mən yerinə qoyanda digərləri bir-birini ləğv eləyə bilir. Niyə yerində göstərim, başa düşərsən nə demək istəyirəm? Çünki bu ədədlərin arasındakı məsafəyə bax, 5 ilə 7-nin arasındakı məsafə. Nədir? 2-dir. Mən buna nə təsir eləsəm, bunlar bir-birini ləğv eləsə belə, bu 2 itməyəcək. İfadə eləyə bilirəm. Deməli, mən bura qoyduğum ədəd onsuz da 2-də də ödənməyəcək, 3-də ödənəcək. 3-ü qoymalıyam ki, buradan mən en azı bir dənə ədədi tuta bilim, oradan bunları ləğv eləyə bilim. Geçsən yoxlayaq. 2 qoyaq. Cavab mən 0 ona görə deməmişəm. Yəni boş verin, izah eləməyəcəm 0 deməyimin səbəbi. Niyə mən də 3 deyirəm? Hə, heç nə. Bu da 1 bölmüşdür. Bu ola bilməz. Ya da ki, ən rahat yoldan belə getmək olar ki, biz onsuz da bu ədədin nə olduğunu bilirik. 5 üstündə x çıxılmış 2 vurulmuş 5 üstündə mənfi 1 deyil. Bu da 7 üçün də eyni şeydir. 7 üstünə mənfi 1.
Bunları indi mötərizə xərcinə çıxarsaq, 500-ün x çıxılmış 2-ni, burada bizdə alınacaq 1, 1. Üstə gəlinmiş 1 bölünmüş 5. Düzmü dedim bunu? Bir dəqiqə baxın. Əla. İndi X sıfırı nədir çıxarmışdı? necə? X sıfırı çıxarına niyə kəsr edirsiniz? Mən də onu deyirəm də, yəni iki vəziyyət var da onsuz da səndə. Lap bununla ki. Burada olsun. Kəsrləri sevmirəm ona görə. Üstə gəlinmiş 1 olacaq bu, düzdür? O biri tərəfdə də bizdə alınacaq ki, o biri tərəfdə də bizdə alınacaq. Üstə gələn də götürə bilərik, fərq yox. 7x çıxılmış 3, birinci buradan götürək. Bu müsbət 1, mənfi eləyəcəm şey yenə. Deməli, çıxılmış 7, hara fırlayırsan fırla 6 ənsəndədir. Oradan 6-nı mötərizə xərcinə çıxardaq. 6-nı mötərizə xərcinə çıxardanda 5 üstündə x çıxılmış 3, çıxılmış 7 üstündə x çıxılmış 3. Bunun 0 olma şansı bir dənə budur. Onların da bir dənə bərabər olduğu vəziyyət bunun 0-a bərabər alır. Mən də belə elədim əli. Mən sonda 5 üstü x sıx 3 bərabərdir 7 üstü x sıx 3 yazmışam. Kişi gəlib x sıx 3-ə A vermişəm. Ona görə mən çəkib 0 dedim. Ona görə yoxsa mən 3 deyirdim. Aydındır. Sən inanarsan ki, mən bəzən hesablaya bilmirəm ümumiyyətcə. Bu gün təxmini 8 saat dərsdən çıxmışam mən. Mən həqiqətən lənk hesablayıram. Gəldik bura. Bizə deyir ki, rəqəmlərdən istifadə etmək, rəqəmlər fərqli düzəlmiş bütün rəqəmlər bir dəqiqə istifadə etmək, rəqəmləri fərqli olaraq düzəldilmiş. Onda belə çıxır ki, standart cəm var da bizdə. 6, 10, 18. 18 mənim standart cəmimdir. Bütün hamısına, yəni pozisiya nə olur olsun 18-dir. Rəqəmləri müxtəlifdir. 4 dənə yerə qoysam, onsuz da 4, 3, 2, 1-dir. Bu da eləyəcək bizdə 24. 24-dən də bunu vuranda, ya Allah deyib vurmaq lazımdır. Güvən mənə 432-dir cavab. Güvən mənə, yəni. Mən bunu şifahi eləyirəm. Güvən. İndi gəldik bura. Bizdən tələb olunan nədir? Tili A olan düzgün tetrayedr 3-ün uyğunluğu tapın. Birinci tetrayedr nə olduğunu birinci əli çəkim. O cool figur da kim nə deyir desin. Tetrayedr çox cool figurdur. Qəşəng görünürəm. Bunu kinətə çəkim ki, Allah'a da acıq getməsin bəndəyədir. Belə bir şey də nədirsə də. Belə bir şeydir. Hər tərəf 3 bucaqdır. İndi mənə deyir ki, tili A-dır, tili A-dır, 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 bu da A-dır, burada da bir dənə A var. Bunu eləyəndən sonra deyir ki, 4 bu olanda. Apofemini tapmaq lazımdır. Apofemi. 4-də. Apofem bizdə nə olacaq ki? Biz bərbəryanlı bucaqdan da görmək olar onu. Ola belə də göstərək də. Bu 60 olsa, onda bu əgər ki 4-dürsə də, bunun yarısının köklü 3 qatıdır. Apofem budur, adı buradadır. Sonra apofemlər getdi. Yarısının köklü 3 qatı B buradadır. Yarısının köklü 3 qatı C buradadır. ABC-ni düzdük. Sonra yan səthinin sahəsi. Yan səthinin sahəsindən danışırıq da. Deməli, bunun bir dənəsi bu oturacağa gedir. 3 dənəsi də yan səthə gedir. Yəni, tam səthini istəmir də yan səthini deyir. 3 dənəsi lazımdır. İndi, mən bunun tərəfi A olanda, apofemin hündürlüyün A bölünmüş 2 köklü 3 olduğunu bilirəm. Plus mən bilirəm ki, bunları bir-birinə vurub yarıya da bölməliyəm. Mən ki, sahəni tapıram. Oradan tapıram A-nın kvadratı köklü 3 bölünmüş 4. İndi baxaq vəziyyətə. Situasiya bizdən nə istəyir? 27 alınsın deyə versiya yoxdur, nə tərsidir içində 3 olan bir şey olmalıdır. Bu da 6 da ola bilər olsa. Bir dənə fikirləşim onu 36, 9, 27 gəl. Deməli bu buradadır. 12 olsun deyə, 12 olsun deyə. Yəqin ki 4 olsun, 8 olsa böyüyəcək də. 4 olsa 4-ün biri getdi, 12 qaldı düzdür. Bu da bizdə D variantıdır. Bu qədər. Qəribə də birinci dəfə deyərin görürsən ki, o apofemin falan düsturunu bilməyən bir adam var. Mən düstur bilmirəm, yəni belə normal düsturları. Heç birini bilmirəm. Allah şahiddir. Hər dəfə təzədən yazıram. Yəni icazə vermir müəllimimə öyrənməyə. Deyir, ya çıxarışını öyrən, ya da gəl. Düz eləyir. Kimdən hazırlaşmısan ki, universitetdə? Tanımayacaqsınız, yəni qonşumuzdur. Yan payız, yəni təsəvvür edin. 10 saniyə mən məşğələyə çatıram. O dərəcə. 100%. Rahat da söz mənim, yəni əla da, yəni mükəmməl, 10 qədər mükəmməl heç nə yoxdur. Mənim ən zəhləm gedən buydu ki,
İndi deyəndə pis çıxır, düzdür. Mənim ailəm belə ifadə edeyim də, o vaxt DDK idi demin yerində. Orada işləyən insanların yanına göndərdi məni hazırlığa. Əlifi atırdın həmin il. Məktəb dərsliyində zətdə hamısında bu adamların adı vardı. Fizika, Azərbaycan lisey, riyaziyyatı zadı. Əlifi atırsan test toplusu kişinin adı ordadır. Azərbaycan li ordadır. Az çəkməyəcəm. İndi vəfat eləyib deyə pis danışmasın. Sağ olsaydı adını çəkərdim. Deməli, Azərbaycan ilə hazırlığa gedirəm. Mən də Azərbaycanın bərbaddır da danışa bilməm Azərbaycanla. Düşün, fikrimi izah edə bilməm. O dərəcədə pisəm. Hazırlığa gedirəm və müəllimə deyirəm ki, ay müəllim, yəni sonu hara gedir də bu söhbətin? Hiss edirəm ki, yaza bilməyəcəm də, ifadə edə bilirəm. Mənə deyir ki, narahat olma, Zadoyan bu yan. Hələ mən ilk aylarımdır. Üstündən biraz vaxt keçib, artıq mən dirəşmişəm, oxumaq istəyirəm. Bu məni qovmaq istəyir də. Arada bir prinsip gedir. O məni qovmağa tema axtarır, mən qalmağa tema axtarıram. İmtahana bir həftə qalıb, qayıtdı, əlini belə dilinə çəkdi, iyrənc də. Masaya belə vurdu, dedi: "Aha, burada da yazıram. Sən get imtahanda 10 dənə düz yaz, bir də mən müəllim kimi işləməyəcəm." Sırf o müəllim kimi işini davam edə bilsin deyə mən 10 dənə düz yazmadım. Davam edir. Mətbəən, yalan deyirəm, uzaq müəllim. Mən ona görə düşün ki, 1 saat yol gedirdim. 1 saatda evə qayıdırdım. Atama da deyirəm ki, ay ata, xeyir görmürəm də bundan. Qonşuluqda Azərbaycan dili müəllimləri doludur. Məhəllədə Azərbaycan dili müəllimi var. Dədəm məni hara göndərir? Situasiya çox pisdir. Uzaq yerə getmək həqiqətən motivasiyanı salır özdə. Çox önəmli, yorğunluq falan, yəni qurban olum yaxındakı müəllimlərə. Düşün, mənim sinif yoldaşım var idi. Sevdiyi qızla eyni hazırlığa getsin deyə qız Əhmədlidə qalırdı. Bütün müəllimlər onun müəllimləri. Bundan Əhmədli gedirdi. Uşaq Əhmədlidə yaşayırdı, dayısına qayıdırdı. Düşün bir dənə situasiyanı. Bu bədbəxt idi həqiqətən. Sən Yaşayış mənə bədbəxt idi. Universitetdə də ayrıldılar. O boyda əziyyətə də dəymədi. Bütün getdi pullar, yol pullar. Həqiqətən. Deyir ki, mətbəədə İlqar Tofiq səhifəli kitabı redaktə etmək tapşırdı. İlqar Tofiqə. İlqar ili burada deyir ki 160 səhifə, Tofiqda bizdə 380 səhifə. Redaktə etməlidir. 540 səhifə düz gəlir. İlqar hər gün eyni qədər səhifə redaktə edərək öz işini hər gün eyni qədər səhifə edərək öz işini 19 günə yerinə yetirdi. Belə çıxır ki, bu 16 gün işləyib, bu da ki 20 gün işləyib. Mən elə başa düşdüm. İlqardakı səhifələrin sayını neçə faiz artırmaq, Tofiqdəki səhifələrin sayını azaltmaq lazımdır ki, əvvəlki məhsuldarlıqla işləməklə onların iş günlərinin sayı eyni olsun. Hə, belə işlə. Deməli, bizdə belə bir dənə vəziyyət var ki, belə çıxır ki, bunların ümumi nə qədər işləyirlər ki, məhsuldarlığından söhbət ki, bu günə 16 səhifə işləyir, bu da günə 20 səhifə işləyir, düzdür? Ya bunlar bir yerdə günə əslində qalanda, yəni ortalama deyirəm də, günə bunlar 36 səhifə işləyirlər, düz deyirəm? Əgər 36 səhifə işləyirlərsə də, bu əgər 540 səhifəlik bir kitabdırsa da, 9 ixtisar gedəndə 6, bir dənə də 6-ya böləndən sonra, bir dəqiqə düz demədim. 15, çox sağ ol. Kalkulyatorda gedir dairə. Deməli, bunlar 15 məhsuldarlıqla işləməlidir. Onda belə çıxır ki, İlqardakı səhifələrin sayını neçə faiz artırmaq lazımdır. Onda bunlar əgər 15 sürətlə işləsələr, İlqard 16 gün 15 sürətlə işləsəydi, 38 avanda 240 eləyir. 240 eləyir. Nə qədər artırmaq lazımdır bu adama? 80 dənə səhifə artırmaq lazımdır, düzdür? Ya da ki, elə normal da gedə bilərik də bunu. 240 eləyir. Onda 160 bunun əvvəldə idi, 240 buradaydı. Bunları ixtisar aparsam məndə nə qədər qalacaq ki? 8-ə geçsə 2 burada, 3 burada, 1.5, 50% artırmaq lazımdır. Çox mənalı sual idi. Bu sualdan sonra İlqar Tofiqdan əl çəkdi. Gəldik bura. Mən ən sevimli müəllimin adı da Tofiq idi. İdman müəllimi idi. Bizim də idman müəllimimiz Tofiq müəllimdir. Elə adı elədi. Prizilka ilə döyürdü bizi, sağ olsun. O qədər çox istəyirdim onu. Dərsi gələndə qaçırdım. Bizdən tələb olunan nədir?
Bir dəqiqə şəkildəki fiqur oxları eyni olan silindr və konusdan ibarət fiqurun ümumi hündürlüyü 10-dur. AB 8 isə yəqin ki bu 4 olacaq. Mən elə başa düşdüm. AC 3-dür. AC hara tapam mən? Onda bu çöldəki 3-dürsə də içəridəki bu 1-dir. Onu da başa düşdük. Konusun ox kəsiyinin bərabər tərəfli üçbucaq olarsa, konusun ox kəsiyi bərabər tərəfli üçbucaqsa, bu 1-dirsə də, onda bunu bir qıraqda çəkim, çünki aləm qatacağım bir-birinə. Deməli, bu 1-dirsə də aşağıda 2 var, burada da 2 var. Buradan gətirəndə burada 1 qalırsa, bu da kökdə 3-dür. Onda belə çıxır ki, mənim bura qədər ki, onda belə çıxır ki, mənim bura qədər ki, məsafəm kökdə 3-dür. Hamısını tapdıq da məncə. İndi fiqurun səthini istəyirik bu elə. Səthinin sahəsini tapın. Gəl onda belə eləyək də. Səthdən söhbət gedir də. Bu silindrin yan səthini tapacam da birinci. Silindrin yan səthini tapanda bunun içəridəki hündürlüyü nə qədər? Mən həcmin zadını istəyir, daha rahat olar dedim onda. Bunun iç hündürlüyü budur. Onda əgər ki bu kolanın üstündəki o tiketkanı açmaq kimi açsam, bunun iç hündürlüyü qıraqda qalacaq. 10 çıxılmış 3-dür. Bu da bizdə L-a bərabərdir. L üçün də mənim radiusumu neçə verib bu? 4 verib. Yəni bunun qırağındakı 4-dürsə də pi-dəyə bərabərsə 8 pi də mənim qırağımda. Deməli bunun içərisində 8 pi, burada 10 çıxılmış kök 3 var. Bu mənim bu qıraqdakıdır. Bu S1-dir. S1-i tapdım. İndi üstdəki bu hissənin sahəsini götürüb hesablamağa çalışım. 2 dənə mənim çevrənin fərqi olmalıdır da, düz başa düşürəmsə, düz deyirəm. 2 dənə çevrənin, yəqin ki düz deyirəm da. 2 dənə çevrənin fərqi olmalıdır. Biraz fikirləşim onu. 2 dənə çevrənin fərqi olmalıdırsa, onda S2-də belə olmalıdır. Birinci çevrənin sahəsi nə qədər olacaq ki? 4-dür. 4, 16 pi çıxılmış. Bir dəqiqə, biri də olacaq pi, 15 pi. Bunu eləyəndən sonra, bir dənə də bunun üzü qalıb da, PRL-dır da bunun S sahəsi də, düzdür? 3-dür. Bizdə PRL. Bunun isbatını göstərmişdim də keçən dəfə, düz deyirəm. Bu da olacaq 1-dir, bunun L-i də bizdə 2-dir. Bu da olacaq 2 pi. 2 pi. Nə səhv eləməmişəm görəsən? İnşallah ki, yox. Məncə də yox da yəni. Bizdən nə istəyir? Fiqurun səthinin sahəsi. Yan demir, qaqa bu. Adamım tam deyir də. Tam deyir. Bir dənə də bunun aşağıdakı səthi qalıb. Sıqqılı var ya bura. Oraya qalıb bizdə. O da olacaq 16 pi. Məncə budur. Onda nə olacaq ki bu? Hamısından pi-ni çıxartsaq, içəridə nə qalır? 100, yox 80. Profesionallar həmişə belə işləyir. Bilirdiniz sən onu. 113 çıxılmış 8 kökdür. Всё. Bu oğlan bacarır. Kalkulyator işlətməyə amma. 29, 30. Bu isbatı yəqin ki tez qutararıq. Çünki isbat sualları mənə elə gəlir ki, o mövzu olanlarda daha çətin idi. Uşaqlar elə demişdilər. Mənim elə yadımda qalıb. Bərabər tərəfli üçbucağın daxilində götürülmüş nöqtədən tərəflərə qədər olan məsafələrin cəmi üçbucağın hündürlüyünü. Ha, bu bir sən nədir? Teorem var. Viviani teoremi. Viviani. Hə. Viviani deyir ki, ürəyin istəyən nöqtə götür, tərəfləri perpendikullar at, həmişə eynidir. Bir də bunun bir dənə şey teoremi var. Gözlə, Great Britain Flag Theorem, eşitmisən onu? Deyir ki, burada ürəyin istəyən nöqtəni götür, həmişə bax bu eynidir. Yəni ürəyin istəyən nöqtəni götür, bu cəm həmişə eyni qalır. Ürəyin istəyən nöqtəni götür və buradan gətirirsən. Mən isbatını yazıb atmışdım. Bu bir dənə qrup var Telegramda yazır. Ora isbatını atmışdım. Bu Great nəsə flag'ında option o Britaniya onu atmışdım. Bu Viviani də atmışam ora.
Adı nə idi? Bridge Flag-də adı nə idi onun? Pifagorla girən kimi çıxır onsuz da. O elə belədir. Vivian da asan deyəsən bu saniyə. Elə belə şeydir. 3 dənə sahə bəsdir. Bir dənə sahə bərabərdir. Bitdi. Ya bizim burada isbat eləməli olduğumuz budur ki, 3 dənə sahə bir dənə sahəyə bərabərdir. Məsələn, bu tərəfi özü bir bərabər tərəfli, gör nə qədər asan verib. Heç demir bizə ki, müxtəlif tərəfli, deyib bərabər tərəfli. Düşünsən? Bərabər tərəflidirsə də onsuz da h-ın yerinə adını da qoya bilər, amma h yazacağam mən hələ ki buna. Bizdə deyək ki, burada h var. Bu tərəfə də bir x tərəfi deyək. X tərəfi olmuş olsaydı onsuz da s bərabərdir bizdə x h bölünmüş 2-dir. Bizim isbat eləməyə çalışacağımız odur ki, o birlərin, yəni birləşmiş vəziyyətindən söhbət gedir ki, onları buralarla belə birləşdirək. Mən heç gözləmədim bu qədər asan düşür. Görsünüz adın kitablarında olan suallar daha qəşəngdir. Məsələn, isbat sualları var orada. Qəşəngdir orada, göz sualları. Buradan belə götürək. Bunlar da nədir? A, B, C midir? A, B, C-dir. Onsuz tərəflər x-dir, hamısı statik eynidir. Statik eynidirsə tərəflərin, üçüncü əmində avtomatik olaraq S, yəni bu S-dən söhbət gedir, bərabər olmalıdır. Bizdə x vurulmuş A bölü 2, üstə gəl x vurulmuş B bölü 2, üstə gəlmiş x vurulmuş C bölünmüş 2. O da bərabərdir. X bu da gedir h bərabərdir A plus B plus C. Bu qədər asan olar mı, qardaş? Yəni, qəşəng ispat olsa atarsız eləyərik bir yerdə. Doğrudan mən gözləmirdim bu qədər asan olacaq. Mən sizdən istəyirdim. Mən deyəcəkdim ki, mənim yenə keçən dəfə kimi ispat varsa atın da bir dənə. Sizə zəhmət. Bu yaxınlarda bir dənə ispat görmüşdüm, amma o da qəribə bir şeydir. O da nə isbatıdır? Sualı belə deyək də bir ispan qrupu var. Deyəsən orada nə pişiyin azıb. Mən də bilmirəm, inanarsan. Bir də baxdım ki, ispan qrupunda. Facebookda. Deməli, sual belədir ki, çox asan bir sualdır əslində qalanda. Deyir, çevrənin içərisində ağırlıq mərkəzi bir səndə var. Yəni, G nöqtəsi deyək də, gravitation centerdən söhbət gedir. Orada eşitmirsən onu, adı nə idi? Feyerbaxın 9 nöqtə, çevrədəki 9 nöqtəsi, Euler'in də 9 nöqtəsi deyirlər. 9 point cycle-dan söhbət gedir. Nə yalan deyim, yox. 9 point cycle ilə bağlı bir sualdır. Sənə çox sadələşdirilmiş bir versiyasını verim. Yəni, sual budur. İspat edə bilərsən ki, hər hansı bir üçbucağın ağırlıq mərkəzi onun koordinatlarının 1/3-dədir. Hı? Ağlıdır. Düşünmək olar. Çox bəsit bir şeydir əslində. Dəhşət bəsit bir şeydir. Yəni demək istəyir ki, bunun əgər x1 yaza bilmədim. Gözləm. Deyir bunun x1, y1 koordinatı varsa, bunun x2, y2 koordinatı varsa, bunun x3, y3 koordinatı varsa, bunun koordinatı buradadır. x1 üstə gəl x2 üstə gəlmiş x3 bölünmüş 3. Bir də buradadır. y1 üstə gəlmiş y2 üstə gəlmiş y3 bölünmüş 3-dədir. Bir addıma çıxır. Bircə dənə addımı görürsən, xətti atdın, vəsə. Bircə dənə xətti çəkmək lazım ki, ispat eləyəsən. O xətti çəkməyənə qədər biraz adam bezdirir. Amma orada argidan sualda soruşulan buydu. Soruşulan buydu ki, ispat elə ki, proporsiya ilə. Bu mərkəzdəki nöqtənin ixtiyari çevrə üçün. Bizdə bunun xaricində götürülmüş, xaricinə çəkilmiş çevrənin üzü üstə. Xaricinə çəkilmiş çevrənin mərkəzi ilə arasındakı məsafənin proporsiyası var. Bir əmsal var orada. Bir bunu ispat elə ki, həqiqətən belə bir əmsal var. Ya bununla elə ki, xaricindəki çevrənin arasında bir dənə nöqtə var və biz onu birləşdirəndə bir də əlavə bir dənə xətt var. O xəttləri həmişə necə götürürsə götürək, o əmsal statik eyni qalır. İzah edə bilirəm fikrimi. Yəni, statik eyni qalmır, bir düstur çıxarda bilirsən ki, o düsturdan onu ifadə edə bilərsən də. Necə ki, biz deyirik, törəmədən K əmsalını çıxarda bilirik. Həmin tip bir şeydir. Törəmə ilə əlaqəsi var idi onun, amma törəməsiz yazmışdı uşaqlar. Çox maraqlıydı, həqiqətən çox maraqlıydı o sual. Elə ki, G nöqtəsi var idi, M nöqtəsi var idi, bir də O nöqtəsi var idi, səhv eləmirəmsə. Yəni, o 3 nöqtənin ətrafında bir dənə teorem idi. Maraqlıydı. Yazsan atarsın.
2 dəqiqə alacaq bax, 2 dəqiqə. Bir dənə xətti çəkdin 2 dəqiqə alacaq isbat. Hələlik Allahmandır. Oldu mən gecəniz xeyrə. Gecən xeyir.